Lord Clancharlie. O dövrlərdə keçmişin əsl canlı nümunəsi olan bir adam var idi. Bu adam Lord Linney Clancharlie idi. Cromwellin müasiri olan Baron Linney Clancharlie öz vaxtında Respublikanı tanıyan, qeyd etmək gərəkdirsə, az saylı İngiltərə perlərindən biri idi. Bu tanımanın izah oluna bilən səbəbləri var idi. Çünki Respublika qısa bir müddətə qalib gəlmişdi. Ona görə də Lord Clancharlie'nin Respublikanın qalib olduğu müddətdə Respublikaçılar Partiyasının üzvü olmasına təəccüblü heç nə yox idi. Ancaq Lord Clancharlie inqilab qurtardıqdan və parlament rejimi süqut edəndən sonra da Respublikaçı olaraq qalmaqda davam edirdi. Əsilli köklü zadəgan asanlıqla yenidən toplanan Lordlar Palatasına qayıda bilərdi. Çünki monarxiyanı bərpa edərkən günahlarını etiraf edənləri çox böyük həvəslə qəbul edirdilər. İkinci Karl onun yanına qayıdanlara qarşı çox rəhimli idi. Ancaq Lord Clancharlie vəziyyətin ondan nə tələb etdiyini tamamilə anlamadı. İngiltərə yenidən bu torpağa ayaq basan kralı şən alqışlarla qarşıladığı, sadiq təbələr kimi bircə monarxiyanı salamladığı, keçmişin gələcəyə, gələcəyin isə keçmişə döndüyü bir dövrdə hamının təntənəli surətdə keçmişdən üz döndərdiyi halda Lord Clancharlie tabe olmaq istəmədi. O bu şadiyanalığı görmək istəmədən öz xoşuna vətənini tərk etdi. O per ola bilərdi, ancaq sürgün edilmiş adam olmağa üstünlük verdi. Beləcə illər keçdi. Beləcə o ölmüş respublikaya sadiqliyini saxlayaraq qocaldı. Bu cür uşaqlıq onu hamının gülüş hədəfinə çevirdi. O İsveçrəyə getdi. Cenevre gölünün sahilində hündür yaruçuq evdə yerləşdi. Sahilin ən sakit yerində, Banivarın həbsdə saxlandığı, Şilon və Leglonun dəfn edildiyi Veve arasında özünə yaşayış yeri seçmişdi. Buranı küləklərin oynadığı və dumanların bürüdüyü amansız və qaranlıq Alp dağları əhatə edirdi. O burada, bu xəlvətlikdə, dağların dərin kölgəsində yaşayırdı. Yoldan keçənlər onu çox nadir hallarda görürdülər. Bu insan öz dövlətindən, demək olar öz dövründən kənarda yaşayırdı. O zaman baş verən hadisələr haqqında məlumatı olanların hamısı qoyulmuş qaydaların əksinə getməyin heç bir əhəmiyyətinin olmadığını anlayırdı. İngiltərə xoşbəxt idi. Yeni bərpa olunma ər-arvadın barışmağına bənzəyirdi. Kral və xalq öz toy yataqlarına qayıdırdılar. Bundan da xoş və sevindirici nə isə təsəvvür etmək mümkündürmü? Böyük Britaniya xoşbəxtlik içində alışıb yanırdı. Kralın olması, həm də bu cürə cazibədar kralın olması, bu artıq çox şeydir. İkinci Karl çox nəzakətli idi. İstədiyi kimi yaşaya və öz şəxsiyyəti ilə 14-cü Ludoviki xatırladaraq dövləti idarə edə bilirdi. O, əsl centilmen və zadəgan idi. Təbələri onunla fəxr edirdilər. O, Hanover ilə müharibə aparırdı. Əlbəttə, bu təkcə ona məlum olsa da, bunu niyə etdiyini çox gözəl bilirdi. Dunkerki Fransaya satdı. Bu çox böyük siyasi əhəmiyyətli iş idi. Chamberlainin haqqında zəhrimar respublika öz çürümüş nəfəsi ilə hətta bəzi aristokratlar da yoluxdurub dediyi demokratik əhval-ruhiyyəyə sahib bəzi perlərin də vəziyyətə çox tez uyğunlaşmağa, öz zəmanəsindən geri qalmamağa və Lordlar Palatasında öz yerlərini tutmağa ağlı kəsdi. Bunun üçün onlara krala sadiqlik andı içmək bəs etdi. İnsanların bütün bunlar barədə, bu gözəl səltənət haqqında, bu xalqına qayıtmış çox mərhəmətli gözəl kral haqqında düşünürdülər. Monk və sonralar Jeffes kimi tanınmış şəxsiyyətlər taxt tacı ilə barışıb haqlı olaraq sadiqlik və çalışqanlıqlarına görə ən şərəfli və ən gəlirli vəzifələrlə mükafatlandılar. Lord Clancharlie təntənəli surətdə onların arasında özünə layiq yerdə oturmaq və bu şöhrəti onlarla bölüşməyin təkcə ondan asılı olmadığını bilməyə bilməzdi. İngiltərə öz kralı sayəsində inkişafının zirvəsinə çatıb. Londonda bayram şənlikləri bir-birini əvəz edir. Çünki ətrafda hamı varlanır və qəlbləri fərəhlə doludur. Çünki kral sarayı zərif, şən və dəbdəbəlidir. Və bütün bu halda hamının yadına öz vətənindən qovulmuş, təsadüfən bütün bu böyüklükdən uzaqda üşüyən, bu kasıb adamlar kimi geyinmiş, qoca, solğun, bükülmüş, ola bilsin ömrünün sonlarını yaşayan, bu anda gölün yarıqaranlıq kənarında soyuğu və pis havanı hiss etmədən dayanmış, ya da onun sahilində heç bir məqsədsiz, soyuq baxışlı, ağ saçlarını külək oynadan, susqun, fikirlərə qərq olmuş, tənha bir qocanın obrazı düşdükdə adam özünü gülümsəməkdən saxlaya bilmir. Bu qoca ağılsızlığın əsl nümunəsidir.
Lord Clancharlie-nin kim ola biləcəyi və indi kim olduğunu düşünəndə əmələ gələn təbəssüm sözsüz onların rəhmdillik nişanəsi idi. Bəziləri açıq-aşkar gülürdü. Elələri də vardı, onu başa düşə bilmirdilər. Aydın məsələdir. Bu cürə açıq yadlaşma yaxşı adamları mütəəssir edirdi. Lord Clancharlie-nin ağlı ilə heç vaxt seçilməməyi onun günahını yüngülləşdirirdi. Hamı belə fikirləşirdi. İnadcıl adamları görmək o qədər də xoş deyil. Pegulu təqlid edənlər rəğbət qazanmır və cəmiyyətdə onlara qarşı istehza ilə yanaşırlar. Bu cürə inadkarlıq qınağa layiqdir. Düzgün düşünən insanların buna gülməyə haqqı var. Məgər bu cür tərslik, belə inadkarlıq cömərdlikdir? Məgər öz dönməzliyini və təmizliyini həddən artıq göstərməyə çalışmaq şöhrətpərəstliyin nişanəsi deyilmi? Bu sadəcə özünü gözə soxmaqdır. Könüllü surətdə tənhalığa və didərgin düşməyə zərurət vardımı? Heç nəyə şişirtməmək müdrik adamların qaydasıdır. Əgər istəsəniz etiraz edə bilərsiniz. Narazılığınızı bildirə bilərsiniz. Ancaq bunu ədəblə, dayanmadan, yaşasın kral deyə qışqıraraq edin. Əsl məziyyət düşüncəlilikdir. Əgər nə isə olmalıdırsa olacaq. Əgər nə isə baş verirsə demək baş verməli idi. Tanrının öz məqsədi var. O, layiq olanları mükafatlandırır. Doğrudan da siz bütün bunları ondan daha düzgün dəyərləndirə biləcəyinizi düşünürsünüz. Şəraitin tamamilə aydın olduğu bir vaxtda bir rejim başqa rejimlə dəyişdiyi, artıq qazanılmış zəfərin nəticəsi ilə harda həqiqətin və harda yalan olduğu, harda fəlakətin və harda təntənənin aydın göründüyü və heç bir şübhəyə yer qalmadığı anda nəcib adam üstünlüyü əldə edən tərəfi seçir. Söhbət bunun ona və onun qohumlarına xeyirli olmasından deyil, cəmiyyətin xeyri üçün özünü tam olaraq müzəffərin ixtiyarına verməkdən gedir. Yumşaq adam olan 2-ci Karl ona nifrət edirdi. İngiltərə 2-ci Karlın dövründə xoşbəxtlikdən də yuxarıda şadlıq içərisində idi. Zaman keçdikcə rəngini itirmiş şəkli yenidən bərpa edib boyayanda olduğu kimi bütün keçmiş üzə çıxır. Köhnə xoş adətlər geri qayıdırdı. Gözəl qadınlar hökmranlıq və idarə edirdilər. Evelyn bunu qeyd etmişdi. Onun gündəliyində oxuyuruq. Əxlaqsızlıq, hörmətsizlik, Tanrıya nifrət, bazar günü axşamı mən kralı öz əxlaqsız qızları Portsmouth, Cleveland, Mazarini və 2-3 başqası ilə gördüm. Hamısı az qala təmiz çılpaq halda oynamaq üçün qalereyada toplanmışdı. Bu yazda açıq-aşkar narazılıq hiss olunur. Ancaq Evelyn respublika ideyaları ilə yoluxmuş deyingən puritan idi. O kralın öz Vavilon şənliklərinin misalında təmtəraqın inkişafına necə təsir göstərdiyini tam dəyərləndirə bilməmişdi. O əxlaqsızların xeyrini anlamırdı. Belə bir qayda var. Əgər cazibədar qadınların olmasını istəyirsinizsə, əxlaqsızları məhv etməyin. Yoxsa kəpənəkləri dəlicəsinə sevən, amma tırtılları öldürən axmaqlara oxşayacaqsınız. Biz dediyimiz kimi 2-ci Karl Clancharlie adlı bir üsyankarın varlığını demək olar görmürdü. Ancaq 2-ci Yakov daha diqqətli idi. 2-ci Karl yumşaq idarə edici idi. Bu onun üsulu idi. Düzünü desək dövlətin idarə olunmasına bu zərər vermirdi. Dənizçi bəzən küləklə idarə olunan ləvazimatları bərkidərkən ilgəyin birini külək özü bərkitsin deyə sərbəst saxlayır. Tufanın axmaqlığı ilə xalqın axmaqlığı bunda bilinir. 2-ci Karlın idarə etməsi belə bir zəif ilgək idi. Ancaq tezliklə çox sıx yığıldı. 2-ci Yakovun dövründə bu ilgək təmiz sıxıldı. İnqilabdan qalan hər şeyin ardıcıl olaraq boğulması başlandı. 2-ci Yakov tanınmış kral olmaq istəyirdi. Onun gözlərində 2-ci Karl bərpanın qaralaması idi. O əvvəlki qaydaları tamam şəkildə geri qaytarmaq istəyirdi. 1660-cı ildə o cəmsi 10 kral qatilini öldürdüyünə hevsləndiyini bildirdi. O doğrudan da tam hakimiyyəti bərpa etdi. Onun dövründə ciddi prinsiplər üstünlük qazandı. Hissi boşboğazlıqdan əl çəkərək cəmiyyətin maraqlarını qayğısına qalan ədalət məhkəməsi yaranırdı. Lord David Derry Moir Lord Linney Clancharlie həmişə vətənindən sürgün edilmiş qoca olmamışdı. O özünün ehtiras dolu gənclik dövrünü necə lazımdırsa yaşamışdı. Harrison və Pride'ın sözlərindən məlum olduğuna görə Cromwell cavanlığında qadınları və kef çəkməyi xoşlayıb. Bəzən bu cürə həvəs gəncin daxilində gələcək üsyankarın gizləndiyini göstərir. Beləliklə Lord Clancharlie'nin Cromwell kimi səhvləri və yanlış fikirləri olmuşdu. Onun qanunsuz doğulmuş oğlu var idi. Bu uşaq respublikanın son günlərində onun atası sürgünə gedən vaxtda İngiltərədə doğulmuşdu. Ona görə də oğlan öz atasını görməmişdi. Lord Clancharlie'nin qanunsuz doğulmuş uşağı 2-ci Karlın sarayında paj kimi böyümüşdü. Onu Lord David Derry Moir çağırırdılar. Onun lord titulunu nəzakət xətrinə saxlamışdılar. Çünki onun anası əsil nəcabətli bir qadın idi.
Lord Clancharlie-nin İsveçrədə insanlardan uzaq, qaşqabaqlı dolandığı bir zamanda bu qadın daha açıq olmağa çalışdı və onun daha xoşniyyətli, hətta monarxiya tərəfdaşı olan ikinci məşuquna görə birinci üsyankar məşuqu ilə olan münasibətlərini bağışlamalarına nail oldu. Bu qadın Kral Respublikadan bu cürə gözəl xanımı qopardığına görə sevinərək ürəyini ram etdiyi qadının balaca oğlu Lord Davidi öz şəxsi mühafizəsinə qəbul edənə qədər onun məşuqəsi oldu. Nikahsız doğulmuş oğlan zabit rütbəsi və sarayda qidalanmaq hüququ aldı. Atasının tam əksinə olaraq Stuartların qızğın tərəfdarı oldu. O, bir xeyli müddət zabit kimi zat alilərinin mühafizə dəstəsində qəmə gəzdirmək hüququ olan 170 zabitdən biri, sonra isə təqaüdçülər qrupuna keçirilərək qızıl təbərzin gəzdirməyə icazəsi olan 40 nəfərdən biri oldu. Bundan başqa 8-ci Henry tərəfindən yaradılmış əsilzadə cangüdənlər dəstəsinə daxil olmaqla kral süfrəsinə yemək verməyə haqq qazandı. Beləcə atası sürgündə qocaldığı bir vaxtda Lord David 2-ci Karlın sarayında firavan yaşayırdı. Sonradan o elə 2-ci Yakovun sarayında da firavan yaşamağa davam edirdi. Kral öldü, yaşasın kral. Bu non-deficit alter aeresus. Yəni bir qızıl budağın əvəzinə başqası. York hersoqu taxta çıxdıqdan sonra anası ölərkən vəsiyyət etdiyi malikanənin adı ilə onun Lord David Derry Moir çağırılmasına icazə verildi. Bu malikanə Şotlandiyada qar quşunun dimdiyi ilə palıd ağacının gövdəsini deşərək özünə yuva qurduğu böyük meşədə yerləşirdi. İkinci Yakov kralı idi, lakin ordu sərkərdəsi kimi tanınmağa daha çox üstünlük verir, ətrafına gənc zabitləri yığmağı xoşlayırdı. Çox böyük həvəslə at üstündə, dəbilqədə və zirehli geyimdə, dəbilqənin altından zirehin üstünə tökülən böyük dalğalanan parikdə xalqın qabağına çıxmağı sevirdi. Bu görünüşdə o, mənasız müharibəni təcəssüm etdirən süvari heykəlinə bənzəyirdi. Gənc Lord Davidin mədəni hərəkətləri onun xoşuna gəlirdi. Bu monarxiya tərəfdarının respublikaçı oğlu olmasından bir növ xoşallanırdı. Öz üsyankar atasından üz döndərmək ona saray həyatında uğur qazandırmışdı. Kral Lord Davidi 1000 livr maaşla özünün yataq ağası etdi. Bu çox böyük vəzifə idi. Yataq ağası kralla bir otaqda kral yatağının yanında qoyulmuş çarpayıda yatır. Ümumilikdə yataq ağalarının sayı 12-dir və onlar növbə ilə kralı qoruyurlar. Bundan başqa Lord David kralın baş mehdəri idi. Vəzifəsi kral atlarını yulafla bəsləməkdən ibarətdir. Buna görə ildə əlavə daha 250 livr alırdı. Onun əlinin altında kral faytonçusu, 5 kral froyteri, 5 kral mehdəri, 12 gəzinti lakeyi və 4 kral yük daşıyanı var idi. O, həm də kralın Haymarketdə saxladığı və zat alilərinə ildə 600 livrə başa gələn 6 cıdır atına da baxırdı. Bu rütbədə bir neçə kampaniyada iştirak etmiş və igid adam kimi ad çıxarmışdı. Güclü, gözəl bədən quruluşuna, çox əla davranış qaydalarına sahibdir. Xarici görünüşü tutduğu mövqeyinə uyğun gəlirdi. Derry Moir Groom of the Stole rütbəsinin alınmasının bir addımlığında idi. Bu ona krala köynək təqdim etmək hüququ verəcəkdi. Ancaq bunun üçün şəhzadə və ya per olmaq lazım idi. Kimi isə per etməyə çox ciddi hesab olunurdu. Bunun üçün yeni perlik yaradılmalı idi. Bu isə yeni paxıl adamların əmələ gəlməsinə gətirib çıxardır. Bu, mərhəmət göstərmək deməkdir. Mərhəmət göstərməklə kral bir dost qazanırsa, 100 düşmən qazanır. Hələ bu dost da sonra xain çıxır. İkinci Yakov siyasi düşüncələrinə görə öz təbələrinə çox böyük çətinliklər per titulu verirdi. Ancaq nəsildən nəslə ötürməyə həvəslə yanaşırdı. Perliyin nəsildən nəslə ötürülməsi isə heç bir narazılıq yaratmır, tanınmış nəslin qorunmasını təmin edir və bu dəyişiklik lordlara təsir etmirdi. Kral Lord David Derry Moiru Perlər Palatasına daxil olmasının əleyhinə deyildi. Təki bu nəsildən nəslə ötürülmə ilə baş versin. Zat aliləri nəzakət xətrinə lord adlandırılan David Derry Moiru qanuni lord etmək üçün uyğun bir məqam gözləyirdi. Belə bir məqam alındı. Günlərin bir günü sürgündə olan qocanın başına bir çox hadisələr gəldiyi məlum oldu. Onlardan ən əsası isə qocanın ölüm xəbəri idi. Ölüm ona görə yaxşıdır ki, az da olsa ölən haqqında danışmaq məcburiyyəti yaradır. Lord Linneyin ömrünün son illəri haqqında məlum olan şeylər barədə danışmağa başladılar. Görünür çoxsu fərziyyə və uydurmalardan ibarətdir. Heç biri əsası olmadan deyilənlərə inansa, ömrünün sonlarında Lord Clancharlie-nin respublika hissləri o qədər artmışdı ki, o çar qatillərinin birinin Anna Bradshaw'nun adı dəqiq deyirdilər, qızı ilə evlənmişdi. Bunu sürgün olunmuşun qəribə təhsili adlandırmaq olar.
O isə uşaq dünyaya gətirərkən ölmüşdü. Əgər bütün bunlar düz idisə, Lord Clancharlie-nin həmin qanuni oğlu onun varisi olmalı idi. Bu məlumatlar dəqiq deyildi. Daha çox ara söz-söhbətlərinə oxşayırdı. O dövrdə İsveçrədə baş verənlər indiki İngiltərəyə, Çində baş verənlər qədər uzaq idi. Lord Clancharlie evlənəndə 59 yaşı vardı. 60 yaşında bir oğlu olmuşdu. Bir müddətdən sonra onun da öldüyünü və uşağın təmiz yetim qaldığını danışırdılar. Əlbəttə bu mümkündür, ancaq kiçik ehtimaldır. Bu uşağın nağıllarda deyildiyi kimi gündüz kimi gözəl olduğunu da əlavə edirdilər. Mərhəmətli kral 2. İakov bütün yersiz və əsassız sözlərə son qoyaraq, gözəl səhərlərin birində David Derry Moirun özünün qeyri-qanuni atası Lord Clancharlie-nin yeganə və mübahisəsiz varisi olduğunu elan etdi. Bu barədə verdiyi Lordlar Palatasının reyestrində yazılan fərmanda onun qanuni uşağı olmadığı üçün nəslini davam etdirəcək qohumu və ailə üzvləri olmadığı aşkar edildi, deyə bildirildi. Kral bu fərmanı ilə mərhum Lord Linney Clancharlie-nin bütün titullarını, hüquqlarını və üstünlüklərini Lord David Derry Moira aid olduğunu təsdiq etdi. Ancaq bir şərt var idi. Lord David o zaman cəmi bir neçə aylıq körpə olan və kralın hansı səbəbdən hersoginya etdiyi balaca qızcığaz yetkinlik yaşına çatanda onunla evlənməli idi. Körpə gəlini hersoginya Josiana çağırırdılar. İngiltərədə o zamanlar İspan adları dəbdə idi. İkinci Karlın qeyri-qanuni oğullarından birinin Plymouth qrafının adı Carlos idi. Ola bilsin Josiana iki adın Joseph və Anna adlarının qısaldılmış formasının birləşməsi idi. Ancaq Josie kimi Josiana adı da ola bilərdi. İkinci Henrikhin yaxın adamlarından birinin adı Josie Duyu Passage idi. Kral Clancharlie-nin perliyini həmin bu balaca hersoginyaya vermişdi. O artıq öz perini gözləyən Per xanımı idi. Onunla evlənəcək gələcək əri Per olacaqdı. Bu perli iki baronluqdan ibarət idi. Clancharlie baronluğu və Henkerville baronluğu. Bundan başqa Lord Clancharlie hansısa igidliyinə görə Corleone Siciliya markezi tituluna layiq görülmüşdü. Ümumi qaydalara əsasən İngiltərə perləri xarici titullar daşıya bilməzdilər. Ancaq bəzən istisnalar olurdu. Məsələn, Arundel Wardorun baronu Henry Arundel, Lord Clifford kimi knyazı, Lord Cowper olan müqəddəs Roma imperiyasının qrafları idilər. Hamilton hersoqu Fransada Châtellerault hersoqu, Dempe qrafı Basil Fadling Almaniyada Habsburg, Laufenburg və Rheinfelden qrafı titulunu daşıyırdı. Wellington hersoqu Belçikada Waterloo knyazı olduğu kimi Marlborough hersoqu da İsveçrədə Mindelgem knyazı idi. Həmin Wellington hersoqu eyni zamanda İspaniyada Ciudad hersoqu və Portuqaliyada Vimer qrafı idi. Hersoginya Josiana 1705-ci ildə Lady Josiana'nın artıq 23, Lord David'in isə 44 yaşı olsa da hələ də evli deyildilər. Bunun çox ciddi səbəbi var idi. Bəlkə onların bir-birindən zəhləsi gedirdi. Qətiyyən yox, ancaq bir şey sizin olacaqsa, ona əminlik adamı tələsməməyə arxayınlaşdırır. Josiana öz sərbəstliyini, Lord David isə öz cavanlığını qorumaq istəyirdi. O elə bilirdi, bunu nə qədər uzada bilsə, özünü ailə telləri ilə o qədər gec bağlayacaq. Məhəbbət macəraları ilə bol olan həmin dövrdə kişilər evlənməyə tələsmirdilər. Saçlarındakı ağ tüklər onların arvadbazlığına mane olmurdu. Bunu pareklərlə gizləyirdilər, sonralar isə köməyə kirşan çatırdı. Gerard'un baronu Lord Charles Gerard 50 yaşında Londonda qadınlar arasında şöhrət qazanmışdı. Coventry qrafinyası gənc gözəl hersoginya Buckingham Falconberg'in Vinkontu almış 7 yaşlı gözəl Thomas Bellasyzdan ötürü dəli divanə idi. 70 yaşlı Cornelia'nın 20 yaşlı xanıma həsr etdiyi məşhur "Mənim üzümə bax Markiza" şeirindən sitat gətirirdilər. Qadınlar da qoca yaşlarında ürəkləri fəth edə bilirdilər. Ən azından Ninon və Marionu yada salmaq olar. Özünü oxşatmağa adamlar var idi. Josiana ilə Davidin münasibəti incə bir şıltaqlıq məhəbbət oyunu idi. Onlar bir-birini sevmirdilər, bir-birindən xoşları gəlirdi. Söhbət etmək bəs edirdi. Tələsmək nəyə lazımdır? O dövrün romanları sevənlərin bu cür bir-birini sınamasını yaxşı şey kimi beyinlərinə yeridirdi. Həm də Josiana özünün qeyri-qanuni da olsa yüksək mənsubiyyəti ilə fəxr edir, özünü şəhzadə hesab edir və özünü çox təkəbbürlü aparırdı. Lord David onun xoşuna gəlirdi. Lord David yaraşıqlı idi. Ən əsası isə onu gözəl hesab edirdi. Gözəl olmaq hər şey idi. Möhtəşəm və gözəl Caliban bədbəxt Arieli kölgədə qoyur. Lord David yaraşıqlıdırsa bu çox yaxşı idi. Yaraşıqlı kişilərin ətdökən olmaq təhlükəsi var. Lord David ətdökən deyildi.
O, boksu və qumar oyunlarını sevir və həmişə borc içində olurdu. Josiananı onun otları, itləri, uduzduqları və məşuqələri maraqlandırırdı. Lord David öz növbəsində təmiz, əxlaqlı, ancaq mövhumatdan kənar, təkəbbürlü, əlçatmaz və məğrur qız olan Qrafinya Josiananın qarşısında daha gözəl görünməyə çalışırdı. Onun üçün sonetlər yazırdı. Josiana onları hərdən oxuyurdu. Bu sonetlərdə Josianaya qovuşmağın onu göylərə qaldıracağını inandırmağa çalışırdı. Ancaq bu ona göylərə qalxmağı ildən ilə keçirməsinə mane olmurdu. Onların münasibətinin bu incəliyi sarayda hamını razı salırdı. Lady Josiana deyirdi: Lord David ərə gedəcəyim üçün təəssüflənirəm. Mən ona ancaq aşiq olmaq istəyərdim. Josiana ehtiraslı gözəllik rəmzi idi. Bundan gözəl bədən təsəvvür etmək mümkün deyildi. Boyu çox hündür idi, hətta lap çox hündür idi. Qızıl saçları al-qırmızı rəngə çalırdı. Al yanaqlı, çox cəsur və hazır cavab idi. Gözləri daha çox danışırdı. Məşuqu yox idi, ancaq bu əxlaqi düşüncələrindən doğmamışdı. Onu qüruru saxlayırdı. Kişilər, nə danışırsınız? O özünü onların ancaq ən ilahi və ya ən müthişinə təslim edə bilərdi. Əgər ləyaqət əlçatmazlıqdan ibarətdirsə, Josiana ləyaqət rəmzi idi. Ancaq saflıq rəmzi deyildi. Qüruru onu məhəbbət macəralarından saxlayırdı. Ancaq adını kimlərləsə hallanmasından inciməzdi. Tək ki onlar seçilmiş və bu cür xanıma layiq adam olsunlar. O adının qayğısına az qalır, ancaq öz şöhrətini çox qiymətləndirirdi. Yelbeyin görünmək və eyni zamanda əlçatmaz olmaq. Bu çox böyük məharət idi. Josiana öz böyüklüyünü və lətafətini anlayırdı. Onun gözəlliyi məftun etməkdən çox əzirdi. O ürəkləri ayaq altına alırdı. Tam olaraq bu dünyanın qadını idi. Əgər o sinəsində ruhunun olduğunu hiss etsəydi, bu onu kürəyində qanad gördüyündə olduğu qədər təəccübləndirərdi. Loki haqqında fikir söyləyirdi. Yaxşı tərbiyə almışdı. Ərəb dilini bilməsi ilə bağlı söz-söhbət gəzirdi. Canlı qadın bədəni olmaqla qadın olmaq başqa-başqa şeylərdir. Qadının zəif simi yazığı gəlməkdir. Bu asanlıqla məhəbbətə çevrilir. Ancaq bu hiss Josiana üçün yad idi. Hissiyatsız olduğu üçün deyil, bədəni qədimlərdəki kimi mərmərlə müqayisə etmək olmaz. Ancaq o, eyni zamanda əzilib büzülməyi də sevirdi. Bunu dəb tələb edirdi. Yelizavetanı yada salaq. Yelizaveta İngiltərədə 300 il ərzində 16-cı, 17-ci və 18-ci əsrlərdə üstünlük təşkil edən qadın tipi idi. Yelizaveta təkcə İngilis deyil, həm də Anglikan idi. Yelizaveta Tudor, İngiltərə kraliçası. Elə yepiskopal kilsənin bu kraliçaya qarşı bəslədiyi dərin hörməti də bununla izah olunur. Katolik kilsəsi də bu hörmətlə razılaşırdı, ancaq bu ona Yelizavetanı uzaqlaşdırmağa mane olmadı. 5-ci Sixtanın dilindən Yelizavetaya göndərilən lənətləmə iltifat kimi səslənirdi. O, böyük ağıl sahibi olan hökmdar deyirdi. 18-ci əsrdə Fransa krallığı regentinin qızı Hersoginya Beriskaya dövrün ən pozğun şəhzadə qız tiplərini özündə birləşdirirdi. Bütün bunlarla yanaşı gözəl xanımlar latın dilini bilirdilər. 17-ci əsrdən başlayaraq latın dilini bilmə qadın cəzibədarlığının əsas cəhəti hesab olunurdu. Jane Grey nəfisliyi yüksək həddə çatdırmışdı. Qədim Yahudi dilini öyrənmişdi. Hersoginya Josiana latın dilini bilirdi. Bundan başqa onun bir üstünlüyü də vardı. Katolik idi. Düzdür, gizlində və atası 2. Yakov kimi deyil, əmisi 2. Karl kimi katolik idi. Yakov katolikliyə bağlılığına görə taxt tacı itirmişdi. Josiana isə öz pirliyindən imtina etmək istəmirdi. Ona görə də öz yaxın dostlarının arasında katolik olsa da, qara cəmaət arasında protestant kimi tanınırdı. Dinə bu cürə etiqad etmək rahat idi. Siz rəsmi yepiskopal kilsənin sizə verdiyi bütün imtiyazlardan istifadə edirsiniz. Öləndə isə Gorsius kimi katolik imanınıza görə Peto ata sizə matəm duaları oxuyur. Özünün çiçəklənən sağlamlığı ilə seçilən Josiana dediyimiz kimi başdan ayağa naz-qəmzədən ibarətdir. Naz-qəmzəli olmaq sərfəlidir. Onlar özlərini bütün insanlardan ayıraraq öz şəxsiyyətlərini yerdə qalan insanlardan yüksək tuturlar. İşvəli qadınlar üçün əsas məsələ insanları özlərindən müəyyən məsafədə saxlamaqdır. Əgər Olimp yoxdursa, Rambul oteldə qane edər. Yunona Aramintə çevrilir. Lord David tam yetkinlik yaşına çatmışdı. 40 yaş zarafat deyil, amma özünü bu yaşda hiss etmirdi.
Doğrudan da onu 30 yaşdan yuxarı vermək olmazdı. O Josiananı əldə etməkdənsə onun haqqında düşünməyə üstünlük verirdi. Başqa qadınları, məşuqələri var idi. Josiana isə xəyallarla yaşayırdı. Bu daha pis idi. Hersoginya Josiananın az rast gəlinən bir xüsusiyyəti vardı. Bir gözü mavi, o birisi isə qara idi. Bu gözlər özündə sevgi və nifrət, xoşbəxtlik və bədbəxtlik gizləyirdi. Onun baxışlarında gecə ilə gündüz qarışmışdı. Hədsiz şöhrətpərəstlikdən mümkün olmayanı həyata keçirmək istəyirdi. Bir dəfə o, Swiftlə dedi. Swift Jonathan, tanınmış ingilis yazıcısı və dövlət xadimi, Gulliverin Səyahətləri əsərinin müəllifi. Siz nifrətinizin hansısa bir əhəmiyyət daşıdığını düşünürsünüz? Siz deyəndə bütün insanlığı nəzərdə tuturdu. O papa tərəfdarı idi, ancaq bu çox səthi məna daşıyırdı. Onun katolikliyi zərifliyin tələbindən yaranan sərhədləri keçmirdi. Bizim günlərdə bunu pyuzeizm adlandırırdılar. O ağır məxmər, atlasdan və ya xaradan tikilmiş qızıl və gümüşlə bəzədilmiş, bəziləri 15-16 dirsək enində, kəmərinə sapla çoxlu mirvari və daşqaşla bəzədilmiş paltarlar geyinir, güləbətindən çox istifadə edirdi. Hərdən bakalavrlar kimi bafta ilə bəzədilmiş mahud kamzol geyinir, at belində kişilər kimi gəzirdi. Hərçənd İngiltərədə qadın yəhərləri 2-ci Richardın arvadı Anna tərəfindən hələ 14-cü əsrdə tətbiq edilmişdi. Kastil adəti ilə sifətini, əllərini və döşlərini nabat və yumurta ağının qarışığından hazırlanmış məxlulla yuyurdu. Hansısa ağıllı rəyə qulaq asanda ona düşündürən, qeyri-adi gülüşü ilə cavab verirdi. Ümumilikdə götürəndə ona kindi deyil, daha çox xeyirxah demək olardı. Şübhəsiz Josiana da axırdı. Lord David Derrymoir şənlədən London cəmiyyəti arasında seçilmiş yerlərdən birini tuturdu. Əsilzadə və zadəganlar ona böyük hörmətlə yanaşırdılar. Lord Davidin bir qəhrəmanlığını da qeyd edək. O öz saçı ilə gəzməyə cəsarət edirdi. Artıq pariklərə qarşı çıxılmağa başlanmışdı. 1824-cü ildə Eugene Devereux ilk dəfə saqqal uzatmağa cəsarət etdiyi kimi, 1702-ci ildə Price Devereux cəmiyyətdə özünün burulmuş saçları ilə görünmüşdü. Saç ilə oynamaq, baş ilə oynamaq qədər təhlükəli idi. Price Devereux'nin Hereford Vikontu və İngiltərə piri olmasına baxmayaraq, bu hamıda narazılıq hissi yaratmışdı. Onu təhqir edirdilər. Bu da əsassız deyildi. Bax, belə çətin bir zamanda qəfildən Lord David cəmiyyətdə pareksiz, öz saçları ilə göründü. Bu cür hərəkətlər cəmiyyətdə qaydaların ölməsinə dəlalət edir. Lord David Hereforda Vikontundan çox təhqirlər yağdırıldı. Buna baxmayaraq öz bildiyi kimi davam edirdi. Price Devereux birinci idi, David Derrymoir ikinci oldu. Hərdən ikinci olmaq birinci olmaqdan çətin başa gəlir. Bunun üçün daha az dərrakəyə, daha çox cəsarətə sahib olmaq lazımdır. Birinci yeniliyin təsiri ilə məhz olaraq onu təhdid edən təhlükənin böyüklüyünü görməyə bilər. İkinci isə uçurumu görə-görə özünü ora atır. David Derrymoir pareksiz cəmiyyətdə görünməklə bu uçuruma doğru gedirdi. Sonradan özünü bu iki cəsarətli adama oxşatmaq istəyərək öz saçı ilə gəzmək istəyənlər tapıldı. Buna Kirşanın da köməyi danılmazdır. Bu vacib tarixi faktı aydınlıq gətirmək üçün parikə qarşı ilk müharibənin kişi paltarı geyinən və 1680-ci ildən özünün kirşanlanmış, necə gəldi qıvrımlanmış şaballı saçlarla çıxan İsveç kraliçası Kristina aid olduğunu deməliyik. Onun parik daşımamağı paltar dəyişməsini asanlaşdırırdı. Onsuz da 14-cü Ludovikin vaxtında da şir öz yalını saxlayan kimi öz saçını saxlayırdı. Bu görünüşdə Lord David özünü daha sərbəst hiss edirdi. Münasibət qurduğu bu kasıb adamlar ona Lord olduğunu bilmədən hörmətlə yanaşır, onu Tom Jim Jack çağırırdılar. Bu ləqəblə tanınmışdı. Hətta yoxsullar arasında da məşhur idi. Özünü bacarıqla sadə adam kimi aparır, lazım gələndə ustalıqla yumruğunu işə salırdı. Lady Josiana onun gözəl həyatının bu cəhətlərini bilir və çox qiymətləndirirdi. Bu cütlüyün üstündə Tale Annanı, İngiltərənin kraliçasını qoymuşdu. Kraliça Anna ən adi, gözə çarpmayan qadınlardan biri idi. O şən, xoşməramlı, az qala möhtəşəm idi. Onun yaxşı keyfiyyətlərindən heç biri səxavətlilik həddinə çatmırdı. Heç bir çatışmazlığı eyib şəklində deyildi. Onun köklüyü, şişmanlıq, hazır cavablığı kütlük, xeyirxahlığı axmaqlığı idi. Tərs və tənbəl idi. Öz ərinə həm sadiqlik göstərir, həm də xəyanət edirdi. Ürəyini öz heyranlarına verir, yatağını isə əri üçün qoruyurdu. Bir xristiyan kimi həm kafir, həm də riyakar qadın idi. Onu gözəl göstərən Niobey boğazı nəzərə alınmazsa, çox pis xarici görünüşə sahibdir. Bacarıqsız və hiylə işlətmədən əzilib büzülürdü. Zərif ağ dərisi olduğunu bildiyi üçün həvəslə açıq paltarları geyinirdi. O, boğaza sıx oturan iri mirvarilərdən hazırlanan boyunbağını dəbə bindirmişdi.
Alçaq alnı, ehtirassız dodaqları və uzağı görə bilməyən şişman gözləri var idi. Təsadüfi hallarda çılğın şənliyi nəzərə alınmazsa, əsasən ətrafdakılar üçün qəzəbi qədər ağır təsir bağışlayan, susqun narazılıq və boğuq donqullama vəziyyətində yaşayırdı. O içirdi. Əri nəsilli, nəcabətli Danimarkalı idi. Torilərin tərəfdarı ola-ola Viqlər vasitəsilə idarə edirdi. Qadın kimi düşünmədən idarə edirdi. Hərdən onun quduzluq tutmaları olurdu. Hər şey əlindən tökülürdü. Dövləti idarə etmək üçün bundan bacarıqsız bir adam təsəvvür etmək mümkün deyildi. O hadisələri təqib edə bilmirdi. Siyasətində çoxlu dərin sınırlar olduğundan ən adi hadisələr fəlakətə çevrilirdi. Nə vaxtsa kiməsə öz hakimiyyətini göstərmək istəyəndə bu dəlillik hissini körüklə qızışdırmaq adlandırırdı. Hərdən ciddi şəkildə bu cür cümlələr söyləyirdi. Kursi, Baron Kinsel, İrlandiya perindən başqa heç kim kral qarşısında cürət edib baş papaqı dayana bilməz. Ya da mənim atam Lord Admiral idi. Bəs niyə ərim bu rütməni daşıya bilməz? Bu haqsızlıqdır deyirdi. O, Georg Datskini, İngiltərəni və onun tabeliyində olan müstəmləkələrin general admiralı elan etdi. Bu qadın öz düşüncələrini söyləmir, yeridirdi. Bu dişi qazda Sfinksin bəzi cizgilərini görmək mümkündür. O, Funun, adamı alçaldan gic zarafatların əleyhinə deyildi. Çox böyük həvəslə Apollonu qozbelləşdirər, ancaq tanrı kimi saxlayardı. Xoş əhval ruhiyyədə olanda heç kimi peşman etmək istəmirdi, ancaq hamını təngə gətirirdi, tez-tez kobud sözlər işlədirdi. Biraz da ötsə, Yelizaveta kimi söyüşlər yağdıracaqdı. Hərdən bir tumanın cibindən üzərində gümüşlə K və A hərfləri arasında öz profili həkk olunmuş qutunu çıxarır, barmağı ilə onun içərisindən çeçələ barmağında bir qədər pomada çıxararaq dodaqlarını boyayırdı. Ağzını qaydaya saldıqdan sonra gülməyə başlayırdı. Ən çox xoşladığı şirniyyat, yastı Zeland qoğalları idi. Öz kökü ilə fəxr edirdi. Anna Purtian qadın olmasına baxmayaraq tamaşaları çox xoşlayırdı. Fransız Musiqi Akademiyasına bənzəyən bir musiqi akademiyası təsis etmək istəyirdi. 1770-ci ildə Forteroş adlı bir fransız Parisdə 400.000 franka başa gələcək kral sirki tikmək fikrinə düşmüş, ancaq nazir Dajanson buna razı olmamışdı. Forteş İngiltərəyə gəlib öz planını kraliçə Annaya təklif etmişdi. Bir anlığa Londonda öz möhtəşəmliyi ilə Fransa kralının teatrını kölgədə qoya biləcək mexanizmlər quraşdırılmış və 4 mərtəbəli teatrın tikilməsi ideyası onu tamaha saldı. 14-cü Ludovik kimi sürətli gedişi yoxlayırdı. Hərdən Windsordan Londona gəlməsi dayanacaqları ilə birlikdə 1 saat 15 dəqiqədən çox çəkmirdi. Annanın hakimiyyəti dövründə 2 hakimin iştirakı olmadan heç bir toplantıya icazə verilmirdi. Bir yerə yığılmış 12 adam hətta istidriyə yeməyə və porter içməyə yığışsalar belə sui-qəsdçilər elan edilirdilər. Həmin nisbətən sakit hakimiyyət dövründə donanmaya adam yığılması çox böyük amansızlıqla həyata keçirilirdi. Bu ingilislərin vətəndaşdan çox təbə olmasının kədərli sübutudur. Yüzillər ərzində İngilis kralları bütün imtiyazlar barəsində xartiyaları pozaraq, bu barədə əsl tiran kimi hərəkət etməklə Fransanın təəccüblənməsinə və sevinməsinə səbəb olurdular. Bu sevinci ancaq Fransada da əskərlərin İngiltərədə matros yığılmasına oxşayan şəkildə yığılması azaldırdı. Fransanın bütün böyük şəhərlərində öz işinin dalınca gedən istənilən sağlam kişi küçədə orduya əskər yığan adamlar tərəfindən tutularaq soba adlandırılan evlərin birinə göndərilə bilərdi. Yelizaveta, bakirə qız olsa da Essexin kölgəsi onun bəkarətinə şübhə yaradır. Annanın Bolingbroke'la yaxınlığı öz ərinə sədaqətinə inamı azaldır. Xalqın etdiyi igidlikləri kralların adına yazmaq kimi axmaq bir vərdişi var. Onlar döyüşürlər, kim şöhrət qazanır? Kral. Onlar pul ödəyirlər, kim bu pullarla cəhcəlal içərisində yaşayır? Kral. Kralın varlı olmağı xalqa xoşdur. Kral kasıblardan ekü yığır, qaytarıb liyar verir. Bəzi hallarda Annanın hakimiyyəti 14-cü Ludovikin hakimiyyətinə bənzəyirdi. Annanı onun müasiri edən tarixi təsadüf onu 14-cü Ludovikin olduqca zəif, solğun oxşar etmişdi. 14-cü Ludovik kimi o da böyük səltənət oyunu oynayırdı. Öz abidələri, öz incəsənəti, öz qələbələri, öz sərkərdələri, öz yazıçıları, tanınmışlara təqaüd vermək üçün öz vəsaiti, özünün incəsənət əsərləri qalereyası var idi. Dəbdəbəli saraya və məiyyətə, öz mərasimlərinə və öz marşına sahibdir. Bu saray bütün böyük adamların, əslində isə o qədər də böyük olmayanların xəyallarda canlanmasından ibarətdir. Bütün lazım olan personajlar göz qabağında idi. Christopher Wren Mansarı tam əvəz edirdi. Somers Laumonla pis deyil. Annanın öz Racini, Dryden, öz Boalosu Pop, öz Colbert'i Godolphin, öz Luvuas'ı Pembroke və öz Turin'in Marlborough var idi.
Sadəcə parikləri biraz böyüdün, alınları kiçildin. Ümumilikdə hər şey təmtəraqlı və dəbdəbəlidir. Çox maraqlı tarixi faktdır. Müharibə şəraiti olsa belə İngiltərədə 14-cü Ludovika hörmət edirdilər. İngilislər Fransaya məhz belə kral lazımdır deyirdilər. İngilislərin öz azadlıqlarını sevmələri başqa xalqların qul şəklinə düşməsi ilə barışmasına mane olmur. Qonşularına əllərini bağlayan zəncirə xoş münasibət ingilisləri vəclə zülmkar qarşısına baş əyməyə məcbur edirdi. Kraliça Anna Josianaya qarşı iki səbəbdən mərhəmət göstərmirdi. Birincisi, Hersoginya Josiananı gözəl hesab edirdi. İkincisi, Hersoginya Josiananın nişanlısını gözəl hesab edirdi. Qadında paxıllıq hissini oyatmaq üçün iki səbəb bəs edir. Kraliça üçün isə bunun biri də kifayətdir. O, Josianaya həm də onun bacısı olduğu üçün hisslənirdi. Anna gözəl qadınları sevmirdi. O bunun əxlaqı pozduğunu güman edirdi. Özünə gəldikdə isə gözəl deyildi, ancaq bunu onun günahı hesab etmək olmazdı. Annanın dindar olmasının səbəbini də elə onun gözəl olmamasında görürdülər. Ağıllı və gözəl Josiana kraliçanı qıcıqlandırırdı. Yaxşı Hersoginya gözəl olmayan kraliça üçün arzu edilən bacı deyildi. Narazılığı üçün bir səbəb də var idi. Josiananın əsli. Anna Hayden sadə bir ledinin qızı idi. İkinci Yakov onunla uğursuz da olsa tam qanuni şəkildə hələ Hersoq Yorkskiyə olan zaman evlənmişdi. Anna damarlarında krallara aid olmayan qan axdığını bilə-bilə özünü yarımçıq kraliça hesab edirdi. Qeyri-qanuni dünyaya gəlmiş Josiana kraliçanın o qədər də təmiz olmayan kökünü daha qabardırdı. Qeyri-qanuni nikahdan yaranmış qız üçün öz yanında nikahdan kənar qızın olmasını görmək xoş deyildi. Hansısa xoşa gəlməyən bir bənzətmə məydana çıxırdı. Josiananın istənilən bax Annaya, mənim anam sizin ananızdan heç də pis deyil demək haqqı var idi. Çox güman sarayda bu barədə danışmasalar da düşünürdülər. Bu isə kraliça həzrətlərini qıcıqlandırırdı. Josiana burada nəyə lazımdır? O niyə doğulmaq qərarına gəlib? Bu Josiana kimə lazım idi? Bəzi qohumluq əlaqələri adamı alçaldır. Ancaq zahirən Anna Josianaya qarşı xeyirxah təsir bağışlayırdı. Ola bilsin Hersoginya onun bacısı olmasaydı, onu hətta sevə də bilərdi. Barkilphedro. Öz qohumlarının nə etdiyini bilmək çox faydalıdır və ehtiyatlı olmaq üçün onları daimi diqqətdə saxlamaq lazımdır. Josiana Lord Davidi izləməyi inandığı yaxın adamına tapşırmışdı. Onun adı Barkilphedro idi. Lord David də etibarlılığına, tam inandığı öz adamına ehtiyatla Josiananı müşahidə etməyə tapşırmışdı və onun da adı Barkilphedro idi. Kraliça Anna da öz tərəfindən qeyri-qanuni bacısının və kənardan da olsa gələcəkdə yeznəsi olacaq Lord Davidin bütün hərəkət və işlərindən ona sadiq adam vasitəsilə xəbərdar idi və onun da adı Barkilphedro idi. Bu Barkilphedronun əlinin altında düymələr var idi. Josiana, Lord David və kraliça. Kişi və iki qadın. Nə qədər mümkün keçidlər, modulyasiyalar var. Bir-birinə əks hisslər necə uyğunlaşa bilir? Barkilphedro keçmişində heç vaxt 3 yüksək təbəqədən olan şəxsin qulağına nə isə pıçıldamaq imkanına sahib olmamışdı. Nə vaxtsa Hersoq Yorkskinin xidmətində dururdu. O ruhani olmaq istəyirdi, ancaq bu baş tutmadı. İngiltərə və Roma şahzadəsi Hersoq Yorkski papaya olan sədaqətini Anglikan kilsəsinə rəsmi bağlılığı ilə əlaqələndirərək Barkilphedronun bu və ya o biri iyerarxiya ilə pillə-pillə qalxmasına kömək edə bilərdi. Ancaq onun əsl katolik hesab etmədiyi üçün keşik olmasını, lazımi qədər protestant olmadığını hesab etdiyinə görə kapellan olmasını lazım bilmədi. Beləcə Barkilphedro iki din arasında qaldı və onun ruhu göylərdən yerə indi. Sürünənlər üçün ruh o qədər də böyük məna kəsb etmir. Elə yolları var, orada ancaq sürünərək hərəkət etmək olar. Uzun müddət Barkilphedronun yaşamaq üçün yeganə dolanacaq yeri lakeylik, sadə vəzifə hesab olunsa da onu aclıqdan qoruyurdu. Bu vəzifə ona bəzi şeyləri verirdi, ancaq o bundan başqa hakimiyyətə də gəlməyə çalışırdı. Ola bilsin o bu arzusuna çatacaqdı, lakin 2-ci Yakovun yıxılması onun istəklərini yarıda qoydu. Hər şey yenidən başlamaq lazım gəlirdi. Hakimiyyəti sərt zabitəli üsulla idarə edən və bunu düzgünlük hesab edən 3-cü Vilhelmdən nə isə əldə etmək çox çətin idi. Barkilphedro onun himayəçisi 2-ci Yakov yıxılan kimi dilənçi vəziyyətinə düşmədi. Monarx devriləndən sonra adətən hansısa anlaşılmayan qüvvə ilə hələ onun parazitlərini bir müddət yedizdirir və saxlayır. Ağacın kəsilən qanadındakı yarpaqlar hələ 2-3 gün qidalı şirəsini saxlayır, sonra birdəncə saralır və öləziyir. Şah saraylarında da belə olur. Taxtaca irsi hüquq adlanan özünə məxsus qaydalarla mumyalanmaya əsasən, monarx hətta devrilib qovularsa belə yaşamağa davam edir. Onun xidmətçilərinin işi daha çətindir. Onlar krala nisbətən daha çox ölüdür. Orada yad ölkədə kral mumyadır. Onun vətənində qalan saray adamları isə sadəcə qarabasmadır.
alfadır. Kölgənin kölgəsi olmaq isə artıq ən pisidir. Barkilfedro tamam zəiflədi, ac qalmağa başladı. Nəticədə söz gəzdirənə çevrildi. Belə dəbiydi. Zadəgan xanımlar ədəbiyyatçılara sən deyə müraciət edirdilər. Ədəbiyyatçılar da buna qarşı deyildilər. Markiza de Mali öz yatağında uzanılı vəziyyətdə ömründə birinci dəfə gördüyü Ruanı qəbul edərkən ondan "Salam, kübər həyatın bir ilinə sən mi yazmısan?" deyə soruşmuşdu. Sonralar yazıçılar da onlarla eyni cür rəftar etdilər. Günlərin bir günü Faber de Glantin Hersoginya de Rogandan "Sənin qızlıq soyadın Şabodur?" deyə soruşdu. Josiana'nın ona sən deməyi Barkilfedro üçün böyük uğur idi. Bu onu diqqətə gətirirdi. Hersoginyanın onunla təmənnasız rəftarı xoşuna gəlirdi. Lady Josiana mənə sən deyir deyə fikirləşərək əllərini bir-birinə sürtürdü. O bundan istifadə edərək öz mövqeyini möhkəmləndirməyə çalışırdı. Get-gedə hardasa Josiana'nın yataq otaqlarına diqqət cəlb etməyən, utanmadığı adamına çevrildi. Hersoginya onun yanında köynəyini dəyişməyə utanmazdı, ancaq bunu o qədər də etibar etmək olmazdı. Barkilfedro daha möhkəm mövqeyə sahib olmaq istəyirdi. Hersoginya hələ yarı yol deməkdir. Əgər o özünə yeraltı yol taparaq kraliçaya yaxınlaşa bilməsəydi, bütün zəhmətini itmiş hesab edərdi. Bir dəfə Barkilfedro Josiana'ya müraciət etdi. "Zat alilərimiz məni xoşbəxt etmək istərdimi?" "Nə istəyirsən?" Josiana soruşdu. "Vəzifə almaq." "Vəzifə? Sən?" "Bəli, zat aliləri. Bu vəzifə almaq fikri hardan çıxdı? Axı sən heç nəyə yaramırsan." "Ona görə də sizdən xahiş edirəm." Josiana güldü. "Sən hansı layiq olmadığın vəzifəyə sahiblənmək istəyirsən?" "Okean şüşə butulkalarının ağzını açan." Josiana daha şən güldü. "Bu nədir? Sən zarafat edirsən?" "Xeyr, zat aliləri." "Yaxşı, əyləncə xətrinə sənə ciddi cavab verəcəm. Kim olmaq istəyirsən? Təkrar et." "Okean şüşə butulkalarının ağzını açan." "Sarayda hər şey mümkündür. Doğrudanmı belə bir vəzifə var?" "Bəli, zat aliləri." "Bu mənim üçün yenilik oldu. Davam et." "Belə vəzifə var. O olmayan ruhuna and iç." "And içirəm." "Yox, sənə inanmaq mümkün deyil." "Sizə minnətdaram, zat aliləri. Beləliklə, sən istəyirsən ki, bir də təkrar elə. Dəniz şüşə butulkalarının ağzını açmaq istəyirəm." "Ola bilsin həmin vəzifə çox yorucu olmaz. Bu bürünc atın yalını daramaq kimi şeydir." "Təxminən. Heç bir iş görməmək. Həqiqətən də sənin yerindir. Buna tam yarayırsan." "Görürsüzmü, mən də nəyəsə yarayıram." "Bəsdir, zarafat etdin. Belə bir vəzifə doğrudan da varmı?" Barkilfedro ehtiramla özünü tox tutaraq dedi. "Sizin əlahəzrət atanız 2. Yakov, sizin yeznəniz məşhur Georg Datski Cumberland hersoqudur. Sizin atanız yeznəniz isə elə indi də İngiltərənin Lord Admiraldır." "Güya nəsə təzə bir xəbər verdin. Mən bunları sənsiz də çox gözəl bilirəm." "Ancaq zat alilərinin bilmədiyi bir şey var. Dənizi 3 növ dərinlikdə yatan, suyun üzündə üzən və dənizin sahilə atdığı tapıntılar düşür." "Nə olsun?" "Bütün bu əşyalar Legon, Floatson və Jetson General Admiralın şəxsi mülkiyyətidir." "Nə olsun?" "İndi zat aliləri başa düşür." "Heç nə başa düşmürəm." "Dənizdə olan hər şey, dibinə çökən hər şey, üzünə qalxan hər şey, dalğaların sahilə atdığı hər şey, bütün bunların hamısı General Admiralın mülkiyyətidir." "Tutaq ki, elədir, nə olsun?" "Hər şey, təkcə krala məxsus olan nərə balıqlarından başqa." "Mən isə bunların hamısının Neptuna məxsus olduğunu düşünürdüm." "Neptun axmaqdır. O hər şeyi əlindən buraxıb, ingilislərin ona sahiblənməsinə imkan verib." "Tez ol qutar. Bunları dəniz qənimətləri adlandırırlar." "Çox gözəl. Onlar tükənməzdir. Dənizin səthində həmişə nə isə üzür, dalğa həmişə nə isə sahilə çıxardır. Bu dənizin ödədiyi təzminatdır. İngilislər bu qayda ilə dənizdən vergi götürürlər." "Çox gözəl. Bəs sonra?" "Zat aliləri, beləcə okean bütöv bir departament yaradıb." "Harda?" "Admirallıqda." "Hansı departament?" "Dəniz tapıntıları departamenti." "Nə olsun?" "Bu departament 3 şöbədən ibarətdir. Legon, Floatson və Jetson. Şöbələrin hər birində isə bir məmur oturur." "Nə olsun?" "Tutaq ki, açıq dənizdə üzən hər hansı bir gəmi, hansısa en dairəsində olması, ya hansısa dəniz nəhəngi ilə rastlaşması və ya hansısa sahil görməsi, bədbəxtliyə uğraması, batması, ölməsi və başqa şeylər barədə məlumat vermək istəyir. Gəmi sahibi bir şüşə butulka götürür. Bu hadisə yazılmış kağızı şüşə butulkanın içərisinə qoyur. Ağzına bağlayır və şüşə butulkanı dənizə atır. Əgər şüşə butulka dənizin dibinə çökürsə, bu Legon şöbəsinin rəisinə, üzürsə Floatson şöbəsinin rəisinə, dalğalar onu quruya atırsa Jetson şöbəsinin rəisinə aiddir." "İndi də sən Jetson şöbəsinə xidmət etmək istəyirsən, eləmi?"
Tamamilə düzdür. Sən bu vəzifəni okean şüşə butulkalarının ağzını açan adlandırırsan? Belə bir vəzifə var. Niyə bu vəzifə əvvəlki 2 vəzifədən daha çox xoşuna gəlir? Çünki həmin vəzifədə hal-hazırda heç kəs oturmur. Onun işinin adı nədir? Zat aliləri, 1598-ci ildə bir balıqçı Epidiyum burnunda qumlu dayazlıqda ağzı qatranla bağlanmış bir şüşə butulka tapdı. Onu kraliça Yelizavetaya çatdırdılar. Şüşə butulkadan çıxmış perqament İngiltərəyə, Hollandiyanın heç kimə bir söz demədən yeni torpaq adlanan tanınmayan bir ölkəni ələ keçirdiyini xəbər verirdi. Bu 1506-cı ilin iyununda baş verib. Bu dövlətdə aylar insanları yeyir. Bu yerlərdə qışın necə keçməsi barədə edilmiş qeydlər muşket qabında ölmüş Hollandılar tərəfindən tikilmiş taxta evdə tüstü bacası kimi dama bərkidilmiş 6 deşik çəlləyə bərkidilib. Bu boş-boş sözləri başa düşmürəm. Yelizaveta isə bunu başa düşürdü. Əgər Hollandiyanın bir ölkəsi artırsa, deməli İngiltərənin bir dövləti azalır. Şüşə butulkadakı xəbər lazımlı xəbər idi. Ciddi qərar qəbul olundu. Sahildə ağzı bağlı şüşə butulka tapan hər bir şəxs asılma qorxusu altında onu İngiltərənin general admiralına çatdırmalı idi. Admiral xüsusi məmura bu şüşə butulkanı açmağı, əgər onun içərisindəki məlumat lazımdırsa, bu barədə zat alilərinə xəbər verməyi tapşırmalı idi. Admirallığa bu cür butulkalar tez-tez gətirirlər. Az olur, ancaq bu heç nəyi dəyişmir. Vəzifə var, bu vəzifəni tutan şəxs admirallıqda işləmək üçün xüsusi otaq və dövlətdən mənzillə təmin edilir. Bəs bu heç nə etməməyə görə nə qədər məvacib verirlər? İldə 100 qineya. Sən də məni belə boş şeydən ötürü narahat edirsən? Bu pulla yaşamaq olar. Dilənçi günündə. Mənim kimi adamlar üçün bu da bəs edər. 100 qineya, axı bu heç nədir? Sizin bir dəqiqədə xərclədiyiniz pul bizim kimi kiçik adamların bir illik xərcini ödəyir. Kasıbların üstünlüyü də elə bundadır. Sən bu yer alacaqsan. Bir həftə sonra Josiana'nın arzuları və Lord David Derrymore'un əlaqələri nəticəsində Barkilphedro artıq tamamilə məhrumiyyətdən xilas olaraq pulsuz mənzil və illik məvacibi 100 qineya olan işə sahib oldu. Barkilphedro özünə yol açır. İnsan ilk növbədə nankorluğunu göstərməyə çalışır. Barkilphedro da elə bu cür hərəkət etdi. Əlbəttə, o Josiana'nın himayəsi altında ola-ola ondan bunun qisasının necə olacağını düşünürdü. Unutmamısınızsa, Josiana gözəl, hündürboylu, gənc, varlı və nüfuzlu məşhur. Barkilphedro isə eybəcər, balacaboy, qoca, kasıb, aslı və tanınmayan biri idi. Əlbəttə, bütün bunlara görə qisas almaq lazım idi. Qaranlığı təmsil edən bir insan işıq saçan başqa bir insana bağışlaya bilərmi? Barkilphedro İrlandiyadan üz döndərmiş İrlandiyalı idi. Bundan böyük alçaqlıq ola bilməzdi. Barkilphedro'nun xeyrinə ancaq bircə şey, onun böyük qarnı danışırdı. Böyük qarın adətən xeyirxah adamın əlamətidir. Lakin Barkilphedro'nun qarnı da tamamilə yalan deyirdi. O çox pis adam idi. Barkilphedro'nun neçə yaşı vardı? Bunu demək çətin idi. Qırışlar və saçına düşəndən onu yaşlı göstərirdi. Ancaq ağlının itiliyi cavanlığından danışırdı. Həm cəld, həm yavaş tərpənə bilərdi. Hardasa meymunla begemot arasında qərar tutmuşdu. Monarxist idi, əlbəttə. Respublika tərəfi idi. Nə biləsən? Katolikdir, ola bilsin. Protestantdır, şübhəsiz. Stuartların tərəfdarıdır, yəqin. Braunschweig sülaləsinin tərəfdarıdır, böyük ehtimalla hə. Xeyrini olan zaman tərəfdarı və eyni zamanda əksini olmaq Barkilphedro bu müdrik qaydaya riayət edirdi. Okean butulkalarının qapağını açan vəzifəsi Barkilphedro'nun özünün dediyi kimi o qədər də mənasız vəzifə deyildi. Garcia Ferrandes özünün dəniz soraq kitabçasında fəlakətə uğramış gəmilərin talanmasına və dənizin sahilə atdıqları əşyaların sahilyanı əhali tərəfindən oğurlanmasına öz etirazını bildirirdi. Bizim günlərdə natiqlik istedadı kimi qiymətləndirilə bilən bu etiraz İngiltərədə sensasiyaya səbəb olmuş, gəmi qəzasına uğrayanlara xeyir vermişdi. Artıq onların əşyaları kəndlilər tərəfindən daşınmır, birbaşa Lord Admiral tərəfindən müsadirə olunurdu. Dənizin İngiltərə sahillərinə atdığı hər bir şey, mallar, gəmi qalıqları, kisələr, qutular və s. hamısı Lord Admirala məxsus idi. Suyun üzərində üzən və içərisində hər cür qiymətli məlumatlar və xəbərlər olan şüşə qablar isə admirallığın diqqətini xüsusilə çəkirdi. Gəmi qəzaları İngiltərəni maraqlandıran ən ciddi suallardan biridir. İngiltərənin həyatı dənizciliklə sıx bağlıdır. Buna görə də gəmi qəzaları onu həmişə baş ağrısı yaradır. Dəniz ona həmişə narahatlıq yaşadır. Qəzaya uğrayan gəmi tərəfindən dənizə atılmış kiçik şüşə qabda bütün cəhətdən gəmi haqqında, onun heyəti, qəzanın vaxtı və səbəbi, gəmini batıran külək, qabı sahilə çıxaran axın barədə qiymətli və vacib məlumatlar ola bilərdi.
Barkilphedronun tutduğu vəzifə 100 il bundan əvvəl ləğv edilib, ancaq öz vaxtında doğrudan da xeyir gətirirdi. Sonuncu okean butulkalarının qapağını açan vəzifəsində işləyən adam Lincolnda Doddingtonun olan William Hess olmuşdu. Bu vəzifəni yerinə yetirən adam sanki dənizdə baş verənləri barədə məruzəçi işi görürdü. Barkilphedro kim idi? Ən dəhşətli və ən yaramaz varlıq. Paxıl adam. Sarayda paxıllıq həmişə kiminsə işinə yarayır. Orada çoxlu söz gəzdirməyə xoşlayan, özgə gözündə çöp axtaran alçaqlar, veyillər, varlı tənbəllər var və onların hamısı paxıl adamın xidmətinə ehtiyac hiss edir. Öz yaxınının haqqında qeybət eşitmək necə də xoşdur. Paxıl adamlardan mahir casuslar alınır. Anadan gəlmə paxıllıq ilə cəmiyyətdə inkişaf edən xüsusi sənət, casusluğun arasında çox dərin oxşarlıq var. Casus oviti kimi başqaları, paxıl adam isə pişik kimi özü üçün izləyir. Paxıl adamın mövcudluğu heyvani egoizmdən ibarətdir. Barkilphedronun başqa xüsusiyyətləri də var idi. O, təvazökar, qapalı idi, ancaq həmişə öz qarşısına müəyyən məqsəd qoyurdu. Hər şeyi öz içində saxlayır və kinini ürəyində toplayırdı. Böyük alçalmalarla böyük şöhrətpərəstlik əl-ələ gedir. Barkilphedro kimiləri əyləndirirdisə, onlar ona xeyirxahlıq edirdilər. Qalanlarının isə onu görməyə gözü yox idi. Ancaq ona nifrət edənlərin ehtiyatlılığını da hiss edirdi. Xeyirxahları isə ona nifrətə layiq bilirdilər. O həmişə özünü boğub saxlayırdı. Ədavətli şəxsi itaətkarlığında içərisinə təhqir olunmuş hisslər qaynayırdı. O narazılıq edirdi, sanki alçaqlar narazı olmaq haqqına sahibdir. Ona bir anda sakitlik verməyən qəzəb zahiri görünüşündə hiss olunmurdu. O hər cürə təhqirə dözə bilərdi. Coşub daşan qəmli qəzəb onu didib parçalayır və canındakı daimi coşqulu alov onu yeyib dağıdırdı. Ancaq bunu heç kim hiss etmirdi. Xəlvətdə Barkilphedro tünd məcaz idi, ancaq həmişə gülümsünürdü. Özünü nəzakətli, iltifatlı, ədəbli və yaltaq adam kimi göstərirdi. O hamıya və hər bir şəxsə baş əyirdi. Küləyin yüngülcə əsməsində yerə qədər əyilirdi. Kimdə onurğa sütunu əvəzinə nazik qamış varsa, xoşbəxtliyi asanlıqla əldə edir. Barkilphedro çox qısa bir müddətdə sarayda özünə möhkəm yer elədi. Sarayda iki üsulla kök atmaq mümkündür. Ya buludlara yüksəlir, qartal əzəmətinə sahib olursunuz, ya da palçıq içinə batır, gücü əlində toplayırsınız. Birinci halda siz Olimpdə yaşayır, ikinci halda isə qardırob otağında yerləşirsiniz. Olimp sakini ancaq şimşəklərə hökm edir, qardırob otağında yerləşən isə polislərə. Burada qardırob otağında kral hakimiyyətinin bütün atributlarını tapa bilərsən. Bəzən isə qardırob otağı xəyanət yeri və cəza silahıdır. Burada Gelliqaballar öz ölümünü tapır. Gelliqabal Roma imperatoru öz amansızlığı ilə tanınıb. Pretorianlar seçmə Roma qvardiyası dəstələrinin sui-qəsd nəticəsində öldürülüb. Belə hallarda qardırob otağını ölüm yeri adlandırırdılar. Ancaq adətən qardırob otağı o qədər də qorxulu yer olmur. Burada Alberoni Hersoq Vandomskiyə heyran olur. Tay sahiblər burada həvəslə rəsmi qəbullar həyata keçirirlər. Qırmızı kardinal möhtəşəmdir, boz kardinal qorxuncudur. Soxulcanda necə böyük güc var. Bütün Narvaez odanelləri ilə birlikdə götürdükdə hansısa Patrocino bacının etdiklərini də bilməzlər. Belə qüdrətli olmağın birinci şərti əhəmiyyətsizlikdir. Siz əgər güclü olmaq istəyirsinizsə, o zaman gözə çarpmayın. Heç nəyə dönün. Yumağa dönüb yatmış ilan eyni zamanda həm sonsuzluğun, həm də sıfırın rəmzidir. Barkilphedronun taleyinə belə bir ilan qisməti düşmüşdü. O istədiyi yerə sürünüb girirdi. Yassı qurdlar hər yerə girə bilirlər. 14-cü Ludovikin çarpayısında taxtabitlər var idi. Onun siyasətində isə yezuitlər iş başındaydı. Bizim dünyada bir-birinə uyğun gəlməyən heç nə yoxdur. Həyat saat rəqqasını xatırladır. Nəyisə meyl etmək bir tərəfdən o biri tərəfə yellənmək deməkdir. Bir qütb o birinə tərəf dartınır. Birinci Fransiska Triboulet 15-ci Ludovikə Lebel lazım idi. Ali böyüklük ilə dəyərsizlik arasında çox böyük oxşarlıq var. Dəyərsizlər idarəçiliyə sahibdir. Bu tamamilə başa düşüləndir. İplər aşağıda duranın əlindədir. O ən rahat mövqedə dayanıb, o hamısını görür, ona qulaq asırlar. O hökumətin gözüdür. Onun ixtiyarında kralın qulağı var. Əgər kralın qulağı sizin ixtiyarınızdadırsa, öz istəyinizə uyğun olaraq kral şuurunun qapısını açıb bağlaya bilər və ağlınıza gələni ora yerləşdirə bilərsiniz. Kralın ağlı sizin dolabınızdır. Əgər siz əski yığansınızsa, o sizin əski yığılan səbətinizə çevrilir. Kralın qulaqları ona aid deyil və buna görə də düzün desək, o yazıqlar öz hərəkətlərinə görə cavabdeh deyillər. Əgər kimsə öz düşüncələrinə sahib deyilsə, o öz hərəkətlərinə qərar verə bilməz. Kral həmişə tabe olur. Kimə? Onun qulağının dibində vızıldayan alçağa, cəhənnəm quyusunun törəməsi olan qara milçəyə. Bu vızıldanmaqda hökm var. Kral dövləti həmişə kiminsə təsiri altında idarə edir. Əsl hakimiyyət kimin əlindədirsə, monarx onun pıçıltı ilə dediklərini yüksək səslə təkrar edir. Bu pıçıltını eşidib krala nə deyildiyini bilənlər isə əsl tarixçilərdir.
Kraliçə Annanın çoxlu söz gəzdirəni vardı. Onlardan biri də Barkilfedro idi. O, kraliçadan başqa hiss olunmadan Lady Josiana ilə Lord David də öz təsiri altına salmağa çalışırdı. Əvvəl də dediyimiz kimi, eyni zamanda üç qulağa söz çatdırırdı. Barkilfedro çox şən və sözə baxan, çox eybəcər və acıdil idi. Kimisə müdafiə etməyə, sadiqlik göstərməyə qadir deyildi. Ona görə də sonunda kraliçə Annanın lazımi adamına çevrilməyinə təəccüblənməyə dəyməzdi. Barkilfedronu lazımi qədər dəyərləndirən Anna başqa yaltaqlara qulaq asmaq istəmədi. O, kraliçə 14-cü Ludovikə yaltaqlandığı kimi yaltaqlanırdı. Öz iynəsini başqalarına tərəf çevirmişdi. Xanım de Monchevril, kral cahildir, ona görə də savadlı adamlara gülməyə məcburuq deyirdi. Tədricən iynələyib zəhərləmək çox böyük bacarıqdır. Neron Locustanın işlərinə baxmaq xoşlayırdı. Kral sarayına daxil olmaq çətin deyil. Bu mərcan tikililərində gizli yollar var. Saray xadimi adlanan Polip onun varlığını tez hiss edir, hazır yol tapdıqdan sonra onu genişləndirir. Əgər lazımdırsa yenisini açır. Saraya düşmək üçün hansısa bir bəhanə yetərlidir. Öz işindən belə bir bəhanə kimi istifadə edən Barkilfedro, kraliçə üçün qısa bir zamanda Hersoginya Josiana ilə olduğu kimi adət olunmuş əyləncəli ev heyvanına çevrildi. Dilindən bir dəfə ağıllı söz çıxması kraliçanın damarını tutmasına kömək etdi. İndi o, kraliçanın xoşuna necə gələcəyini bilirdi. Kraliçə özünün Lord Təsərrüfat müdiri, inanılmaz dərəcədə axmaq William Cavendish'i, Devonshire hersoqunu çox sevirdi. Oxfordun bütün elmi dərəcələrinə malik olan və yazısı səhvlərlə dolu olan bu lord gözəl səhərlərin birində ölmək fikrinə düşdü. Saray adamı ölməklə çox böyük ehtiyatsızlığa yol verir, çünki artıq heç kim onun ardınca pis danışmağa utanmır. Kraliçə Barkilfedronun yanında onun üçün bir qədər kədərləndi, sonra köksünü ötürərək dilləndi. Çox heyf, bu cürə yaxşı adam heç ağıllı deyildi. Tanrı öz eşyəyinin ruhunu qəbul etsin, Barkilfedro astadan fransızca dilləndi. Kraliçə gülümsündü. Barkilfedro bu təbəssümü diqqətdən qaçırmadı. Buradan da özü üçün bir nəticə çıxardı. Kiminsə sancılması onun xoşuna gəlirdi. Beləcə onu acıdil olmağa icazə verdilər. Həmin gündən Barkilfedro öz maraq və qəzəbini sərbəst buraxdı. Heç kim ona toxunmağa cürət etmirdi. Hamı ondan qorxurdu. Kralı güldürən şəxs yerdə qalanların hamısı üçün təhlükədir. Barkilfedro böyük gücə malik təlxəyə çevrildi. Hər gün öz yeraltı yolları ilə irəli hərəkət edirdi. Barkilfedroya ehtiyac var idi. Bəzi əsilzadələr yüksək dərəcədə ona inanmağa başladılar. Ehtiyac yarananda bu və ya başqa iyrənc işlərini ona etibar edirdilər. Saray dişli çarxlardan ibarət bütöv bir sistemdir. Bu sistemə qoşulan Barkilfedro onun mühərrikinə çevrildi. Siz bəzi mexanizmlərin hərəkət çarxlarının çox az olduğuna diqqət yetirmisinizmi? Dediyimiz kimi, Josiana Barkilfedronun casusluq qabiliyyətindən istifadə edirdi. Ona yüksək etibarı öz yataq otağının açarını ona verməsi ilə nəticələnmişdi. Açarın köməyi ilə Barkilfedro istənilən vaxt onun yanına gedə bilərdi. Həyatının intim tərəfini başqa adamların qarşısında açan, bu cür həddini aşan inam 17-ci əsrdə çox geniş yayılmış hallardan biri idi. Bu, açarı bağışlama adlanırdı. Josiana 2 xəlvət açar bağışlamışdı. Birini Lord Davidə, digərini Barkilfedroya. Belə götürəndə qədim vaxtlarda hər hansı bir adamın yataq otağına girməsinə icazə verilməsi heç kəsi təəccübləndirmirdi. Hərdən bu gözlənilməzliklərə səbəb olurdu. Məsələn, Laferte Mademoiselle Lafonun yatağının pərdəsini açarkən Sensonun qara muşketörü ilə rastlaşmışdı. Barkilfedro böyük dünyanın özünə tabe etdiyi və balaca adamların əllərinə verdiyi sirləri açmaq bacarığı ilə seçilirdi. O, qaranlıq dolanbaz yollarla xəlvət yaxınlaşmağı bacarırdı. Hər ötən gün kraliçə Barkilfedroya qarşı daha da meyllənirdi. Sarah Jennings'in adı hamıya məlumdur. Barkilfedronun adı isə gizli idi. Kraliçə Annanın ona qarşı xeyirxah münasibəti heç kimə məlum deyildi. Adı tarixdə qalmayıb. Hər köstəbək ovçusunun əlinə düşmür. Din xadimi olmağa uğursuz namizəd Barkilfedro hər bir sahəyə başvurmuşdu. Buna görə də adətə uyğun olaraq heç nə bilmirdi. Dünyada demək olar Çinlərdə bu cür baş əvəzinə Danaidlərin çəlləyini gəzdirən çoxlu səmərəsiz alim var. Barkilfedro başını nə ilə doldurmaq istəsin, zəhməti hədər gedirdi. O boş qalırdı. Fikir mərmi kimidir. Barkilfedro ilk gündən Josiananı beynində yuva salmış qara fikirləri üçün hədəf seçmişdi. Məqsədlə dayan doldurum tüfəngi bir-birinə oxşardır. Barkilfedro özünün gizli qəzəbini Hersoginyaya yönəldərək pusquda durmuşdu. Bu sizi təəccübləndirir. Sizə heç bir pislik etməyən quşu niyə öldürmək istəyirsiniz? Onu yemək üçün deyə cavab verəcəksiniz. Barkilfedro da bunu istəyirdi. Josiananı ürəyindən yaralamaq alınmayacaqdı. Sirrin gizləndiyi yeri vurmaq mümkün deyil. Ancaq onun başına zərbə yetirmək, qüruruna zərbə vurmaq olardı.
Onun zəif yeri məhz qüruru idi. O isə bunda öz gücünü görürdü. Barkilfedro bunu çox gözəl başa düşdü. Əgər Josiana Barkilfedronun qara qəlbindəkiləri anlaya, təbəssümün arxasında nə gizləndiyini bilsəydi, bu özündən razı yüksək mövqe tutan xanım titrəyə bəsərdi. Ancaq onun yuxuları sakit idi. Hətta bu insanın daxilində nəyin gizləndiyini belə hiss etmirdi. Gözlənilməzliyin hardan gələcəyi bilinmir. Həyat mənbəyinin dərinlikləri qorxuncdur. Nifrətin azı olmur. Nifrət həmişə böyükdür. O öz ölçülərini ən kiçik canlı varlıqda belə saxlayaraq nəhəngliyini qoruyur. Hər bir nifrət olması ilə güclüdür. Qarışqanın nifrət etdiyi böyük fili təhlükə gözləyir. Barkilfedro hələ zərbə endirmədən artıq etməyə hazırlaşdığı pislikdən sevinərək zövq alırdı. O hələ Josiana ilə nə edəcəyini bilmirdi, ancaq məqsədi qəti idi. Təkcə belə bir qərarın qəbul olunması özü kiçik məsələ deyil. O Josiananı məhv edəcəyini ümid etmirdi. Bu çox böyük qələbə olardı, ancaq onu təhqir etməyi, alçatmağı, dərd verməyi, onun gözəl gözlərinin gücsüz qəzəbindən necə yaşarıb qızardığını görməyi uğur hesab edərdi. O buna inanırdı. Təbiət nahaq yerə ona bu cürə tərslik, başqalarına əzab vermək həvəsi bəxş etməmişdi. O Josiananın qızıl geyimində hər hansı bir boşluq tapacağına və bu olimp sakininin qanını tökəcəyinə inanırdı. Onu buna görə hansı mükafat gözləyir, deyə soruşa bilərik. Çox böyük, xeyirxahlığın əvəzini pisliklə ödəmə sevincə. Paxıl kimdir? Nankor adam. O ona işıq saçan və onu istidən günəşə nifrət edir. Zoelin Homerdən bu cür zəhləsi gedirdi. Josiananı Vives Cassia'ya məhkum etmək, onun anatomiya masasında necə qıc olaraq çabaladığını görmək, onu tələsmədən canlı-canlı hisslərə parçalamaq Barkilfedronun başında bu cür xəyallar dolanırdı. Josiana mənfur məğrurluqdan və hər şeyə qarşı təşəxxüslü saymazyanı münasibətindən yaranmış ifrat laqeydliyə malik idi. Qadının nifrətə münasibəti adamı heyran edir. Josianaya düşünmədən qeyri-ixtiyari, özünə güvənə malik bir adam idi. Barkilfedro onun gözlərində adi bir əşyadan fərqlənmirdi. Əgər onun bir ürəyə sahib olduğunu desəydilər, təəccüblənərdi. Xəlvətdən onu müşahidə edən bu adama fikir vermədən gəzir, danışır, gülürdü. O isə uyğun bir məqam gözləyirdi. Nə qədər çox gözləyirdisə, bu qadın həyatını nə iləsə kədərləndirmək qərarı daha da möhkəmlənirdi. Amansız pusqu. Buna baxmayaraq öz hərəkətlərini izah edərkən çox inandırıcı səbəblər göstərirdi. Alçaq adamın özünə hörmət etmədiyini düşünməyin. Onlar təmtaraqlı monoloqlar söyləyir, əhatəsindəkilərə üstdən aşağı baxaraq öz hərəkətlərinə bəraət qazandırırlar. Necə? Bu Josiana ona sədəqə verirdi. Özünün sonsuz var dövlətindən bir neçə liyar ayırıb dilənçi payı kimi ona tullayırdı. Onu bu mənasız vəzifə ilə öz quluna döndərmişdi. Əgər o Barkilfedro az qala ruhani olacaq şəxs, belə möhtəşəm və müxtəlif qabiliyyətlərə malik bir adam, bütün əsaslarla keşiş rütbəsi almağa layiq, elmli adam, İov öz yaralarının qartmağını qaşımağa bənzəyən saxsı qabların siyahıya almaqla məşğul olmalıdır. Əgər o öz ömrünü bu yaramaz dəftərxanada üstünü lil və dəniz balıq qulaqsı basmış sarsaq butulkaların qapağını açmaqla çift basmış perqamentləri, anlaşılmayan məktubları, çirkli vəsiyyətnamə qırıqları, oxunması mümkün olmayan mənasız şeylər oxumaqla keçirəcəksə, bütün bunların günahkarı Josianadır. Üstəlik bu həşərat ona sən deməyə cürət edir. Doğrudanmı o öz qisasını ala bilməyəcək, bu alçağa dərs verə bilməyəcək? Yox, dayan gözlə, dünyada hələ haqq-ədalət var. Necə? Bu avara qadın, bu şəhvətli xəyalpərəst, anlaşılmaz bir səbəbdən bakirə qalmış, hələ öz sahibini tapmamış bu canlı ət parçası, Hersoq tacı daşıyan bu utanmaz şıltaq adam, bu lovğalığından və ya ola bilsin sırf təsadüf nəticəsində ilk qismətinə çatmamış Diana, taxt tacda qalmağa ağlı bəs etməyən bu cüvəllağı kralın qeyri-qanuni qızı, hardan çıxdığı bilinməyən Hersogenya, ancaq öz tanınmış nəsli hesabına özünü ilahi hesab edən qadın, əslində kasıb olsaydı, ən əxlaqsız qızlardan biri olardı. Bu əsl olmayan lady, bu sürgün edilmişin var dövlətini oğurlamış oğru, bu lovğa zibil Barkilfedro evsiz və bir tikə çörəksiz qaldığı zaman onu masanın aşağı başında oturdacaq və ona mənfur sarayının bir küncündə, nə fərqi var çardaqda ya zirzəmidə, yaşamağa yer verəcək qədər mi həyasız idi? O insanlar arasında nökərdən biraz yaxşı, tövlədəki atlardan biraz pis dolanırdı. Onun Barkilfedronun çətin vəziyyətindən istifadə edərək tələsik ona xain bir xidmət göstərdi. Adətən varlılar kasıblara alçaltmaq və onları xaltıda gəzdirməyi öyrətdikləri taksalar kimi özlərini bağlamaq üçün belə edirlər. Bəs onun köməyi nəyə başa gəldi? Köməyin dəyəri verilən qurbanla hesablanır. Onun sarayında nə qədər istəsən otaq var.
Baxın, o Barkilfedroya kömək edib. Baxın, onun üçün necə çətin olub. Buna görə o öz tısbağa şorbasından bircə qaşıq az yeyibmi? Özünü bu lənətə gəlmiş var-dövlətin bir hissəsinə mərhum edibmi? Yox, şöhrətinə və öz var-dövlətinə barmağını bəzəyən bir üzük kimi daha bir zinət əşyası əlavə edib. Xeyirxah iş görüb. Ağıllı adamın köməyinə çatıb, din xadimini hamiləyə götürüb. İndi bununla fəxr edir. Mən xeyirxahlıq edirəm, mən yazıcını yedizdirirəm deyir. O özünü onun himayədarı kimi aparacaq. Mənə rast gəlməkdə bəxti gətirdi. Axı mən incəsənətin dostuyam. Bütün bunlar ona öz damı altında xaraba bir ambarda çarpayı verməsindən başqa bir şey deyil. Əlbəttə, Barkilfedro admirallıqdakı vəzifəni Josiana'nın sayəsində əldə etmişdi. Lənət şeytana, gözəl vəzifədir. Josiana Barkilfedronu indiki adam etmişdi. Tutaq ki, ona mövqe vermişdi. Hə, ancaq cüzi bir şeydir. Hətta cüzidən də cüzidir. Bu gülüş doğuran vəzifədə özünü əl-ayağa bağlı, qıc olmuş, öz simasını itirmiş hesab edirdi. Nəyə görə özünü Josiana'ya borclu hesab etməlidir? Bu lap qozbelin, onu belə eybəcər doğmuş anasına minnətdarlığına bənzəyir. Bax budur, onlar yaramaz ögey ana, taley tərəfindən ərköyün bödülmüş üstün, hər cür nemətlərlə təmin olunmuş bu bambılılar. İstedadlı adam olan Barkilfedro isə pilləkəndə onlarla rastlaşanda qarşısında bədənini düzəltməli, nökər kimi baş əyməlidir. Axşamlar lap yuxarı qalxmalı, gülərüzlü, mülayim, nəzakətli, xoş olmalı və hökmən sifətində ehtiramlı təbəssümü saxlamalıdır. Burada qəzəbdən dişini necə xırçıldatmayasan. O isə bu zaman boynuna mirvari bağlayaraq öz axmağı Lord David Derry Moir ilə məhəbbət komediyası oynayır. Yaramazın biri. Heç bir zaman heç kəsdən yardım almayan, sizi hökmən qarmağa keçirəcəklər. Xeyirxahlığın əlinə nə vaxt yorulub ayaq üstə dura bilməyəcəyiniz o dəqiqələri verməyin. Sizə əl tutacaqlar. Onun Barkilfedronun çörəyi yox idi. Bu qadın onu yedizdirib, həmin zamandan onun nökərinə çevrilib. Qısa bir müddətə qarnınızı boş hiss etdiniz və artıq siz bütün ömrünüz boyu ona bağlısınız. Deməli, kiməsə borclu olmaq, qul kimi asılı olmaqdır. Əllərində hakimiyyət olanlar əlinizi uzadan zaman məqamı buraxmadan zəifliyinizdən istifadə edərək sizə qəpik quruş soxuşdururlar. Bunu sizi qula çevirmək üçün qulun ən pis növünə sədəqə ilə alınmış qula, onları hökmən sevməli olan qula çevirirlər. Necə böyük biabırçılıq. Josiana'nın zəif nöqtəsini tapmaq və ona zərbə endirmək. Yuxarıda dediyimiz kimi Barkilfedronun dəyişməz arzusu idi. İstəmək azdır, bacarmaq da lazımdır. Bunu necə etməli? Bütün məsələ də elə bunda idi. Kiçik alçaqlar etmək istədikləri pisliyin planlarını diqqətlə hazırlayırlar. Onlar özlərində xoşluqla və zorla əllərinə düşən ilk imkandan öz məqsədləri üçün istifadə edəcək qüvvəni hiss etmirlər. Əsl yaramazların əvvəlcədən başqa-başqa kombinasiyalar fikirləşmələri də bununla izah olunur. Təcrübəli cinayətkarlar əsasən öz cinayətkar vərdişlərinə arxalanırlar. Onlar Barkilfedro kimi nə ilə bacarırlarsa silahlanır, hər ehtimala qarşı müxtəlif cür alətlər hazırlayırlar. Əsl yaramaz bizi sapatdan çıxan birinci daş kimi vurur. Əsl yaramaz həmişə bütün cinayətlərin lal köməkçisi olan təsadüfə güvənir. Məqamı tutmaq, onun belinə sıçramaq. Bu cürə istedadlar üçün yeganə art poetik sayılır. O vaxta kimi isə kiminlə iş gördüyünü araşdırmalıdır, öz dayaqlarını axtarmalıdır. Barkilfedro üçün bu dayaq kraliça Anna idi. Onu kifayət qədər yaxın buraxırdılar. Hərdən bəzən kraliçanın düşündüyünü, eşitdiklərini fikirləşirdi. Hərdən o hesaba alınmayan şəxs kimi iki bacının söhbətində iştirak edirdi. Ona söz deməyə qadağan etmirdilər. O bundan özünü alçaltmaq üçün istifadə edirdi. Bu özünə etimad yaratmaq üsulu idi. Bir dəfə Hampton Courtda, bağda, Hersoginyadan sonra kraliçanın arxasına dayandığı zaman Annanın o zamanki nəsihət dəbinə uyğun olaraq dediyi sözlər eşitdi. Xoşbəxt olan ancaq heyvanlardır. Onların cəhənnəmə düşmək təhlükəsi yoxdur. Onlar onsuz da cəhənnəmdədir, deyə Josiana cavab verdi. Dini söhbəti fəlsəfəyə çevirən bu cavab kraliçanın xoşuna gəlmədi. Cavab dərin mənalı olsa belə Annaya toxundu. Mənim əzizim, o Josiana üçün qeyd etdi. Biz cəhənnəm haqqında iki axmaq kimi danışırıq. Cəhənnəmin nə olduğunu Barkilfedrodan soruşaq. O belə şeylərdən yaxşı baş çıxardar. Şeytan kimi? Josiana soruşdu. Heyvan kimi, Barkilfedro cavab verib baş əydi. Baxın xanım, kraliça Josiana'ya müraciət etdi. O hər işimizdən ağıllıdır. Barkilfedro kimi adam üçün kraliçaya yaxın olmaq, onu əldə saxlamaq demək idi. O mənim hakimiyyətim altındadır deyə bilərdi. İndi ondan öz məqsədləri üçün xidmət göstərməyə məcbur etmək üçün bir üsul fikirləşmək lazım idi.
O artıq sarayda müəyyən yer tutmuşdu. Sarayda yer tutmaqdan yaxşı nə ola bilər? Qoy lazım olan vəziyyət yaransın. O bunu əldən buraxmaz. Dəfələrlə kraliçanın dodaqlarında təbəssümə səbəb olmuşdu. Bu ona ov etməyə icazə verildiyini göstərirdi. Ancaq sarayda hansısa qadağan olunmuş ov varmı? Məsələn, kraliçanın bacısının qanadından və ya pəncəsindən vurmağa icazə verilirmi? O ilk növbədə bunları öyrənməli idi. Kraliça öz bacısını sevirdimi? Düzgün atılmamış addım bütün işləri korlaya bilərdi. Barkilfedro ətrafına diqqət yetirməyə başladı. Oyunçu gediş etməmişdən əvvəl əlindəki kartlara baxır. Onun hansı kozırları var? Barkilfedro ilk növbədə bu qadınların yaş fərqinə diqqət yetirdi. Josiana'nın 23, Anna'nın 41 yaşı var idi. Pis kartlar değildi. İllərin hesabını yazla yox, qışla apardığı andan yaş söhbəti qadına qıcıqlandırıcı təsir etməyə başlayır. Zamanın belə amansız olmasını hiss etməsi ona qarşı kəskin qəzəb doğurur. Başqaları üçün rahatlıq bəxş edən gənc, çiçəklənən gözəllərdə ancaq tikanları görürlər. Bu qızıl güllərin hər biri ona iynə batırır. O təravətinin əlindən alındığını düşünməyə, gözəlliyinin solmasının səbəbini həmin gözəlliyin başqalarında çiçəklənməsinə görməyə başlayır. Barkilfedro həmin gizli məyusluqdan istifadə edərək bu 40 yaşlı qadının, kraliçanın üzündəki qırışları dərinləşdirməli idi. Paxıllıq qısqanclığın yaranması üçün gözəl vasitə idi. O qısqanclığı üzə çıxardır. Bu daha çox siçovulun timsahı öz yuvasından qovmasına bənzəyir. Barkilfedro bütün diqqətini kraliçaya yönəltdi. O kraliçaya durğun suyu öyrənirmiş kimi baxırdı. Bataqlıq hərdən çox şəffaf olur. Çirkli suda eyiblər görünür. Bulanıqda isə mənasızlıq var. Amma Anna bulanıq su idi. Onun küt beynində hisslərin rüşeymi və düşüncələrin sürfələri tərpənməyə başlamışdı. Orada heç nə aydın değildi. Hər şey güclə seçilirdi. Ancaq bu forması seçilməsə də real bir şey idi. Kraliça bunu fikirləşir. Kraliça nə isə arzulayır. Onun nə fikirləşdiyini, nə istədiyini dəqiq bilmək çətin idi. Durğun suda baş verən cüzi dəyişiklikliyi öyrənmək asan deyil. Adətən əzgin olan kraliça hərdən axmaq və kobud hərəkətlər edirdi. Elə məhz bu anlardan istifadə etməyə, onu o anlarda tutmaq lazım idi. Qəlbinin dərinliyində Anna Hersoginya Josiana'ya nə arzulayırdı? Yaxşılıq yoxsa pislik? Sirdir. Barkilfedro bu sirri açmalı idi. Cavabı tapdıqdan sonra davam edə bilərdi. Onun köməyinə bəzi təsadüflər gəldi. Ən əsası isə həmişə ehtiyatlı olması ona kömək etdi. Anna əri tərəfindən yeni Prusiya kraliçası ilə qohum çıxırdı. Onun ərinin 100 kamergeri var idi. Anna da onun Türk de Mayerninin üsulu ilə emal üzərində işlənmiş portreti vardı. Prusiya kraliçası da Baronessa Drik adında qeyri-qanuni doğulmuş kiçik bacıya sahibdir. Bir dəfə Barkilfedro'nun yanında Anna Prusiya elçisinə bu Drik haqqında suallar verməyə başladı. Deyirlər varlıdır. Çox varlıdır, elçi cavab verdi. Onun sarayları var. Bacısı kraliçanınkindən də gözəl. O kimə ərə gedir? Tanınmış kübara, qraf Qormaya. Gözəldir, füsunkardır, cavandır, tamamilə gəncdir. Kraliça kimi o da gözəldir, elçi səsini azaldıb dedi. Ondan da yaxşıdır. Hürmətsizliyə bax, Barkilfedro pıçıldadı. Kraliça sustu, sonra ucadan dedi. Aman bu qeyri-qanuni doğulanlardan. Bunun cəm şəkildə deyilməsi Barkilfedro'nun diqqətindən yayınmadı. Bir başqa dəfə kilsədən çıxan zaman Barkilfedro kraliçanın lap yaxınlığında 2 sədəqə paylayanın arxasında durmuşdu. Lord David Derry Moir kral məiyyətinin cərgələrindən keçərkən öz xarici görünüşü ilə saray xanımlarının diqqətini cəlb etdi. Onun ardınca qadınların yüksəkdən necə də yaraşıqlıdır, necə də ədəblidir, onun necə şəhanə görünüşü var, necə də gözəldir səsləri gəlirdi. Nə gic-gic şeylərdir, kraliça dodaqaltı deyindi. Barkilfedro bunu eşitdi. İndi onu etmək lazım olduğunu bilirdi. Kraliçanın narazılığından qorxmayaraq Hersoginyaya zərər vermək olardı. Birinci məsələ həll edilmişdi. Onun qarşısında ikinci məsələ dururdu. Hersoginyaya necə zərər vermək olardı? Bu cür ağır məqsədə çatmaq üçün bu yararsız vəzifəsi ona nə ilə kömək edə bilərdi? Çox güman heç nə ilə. Bir şeyi qeyd edək. Josiana'nın dairə şəkilli lövhəsi var idi. Əgər onun kraliçanın bacısı olduğunu yadımıza salsaq, düzdür, yandan çıxma bacıdır. Ancaq nə qədər də olsa da damarında kral qan axır. Onda bunu başa düşərik. Dairə şəkilli lövhəsi olmaq nə deməkdir? Vicomte Centron başqa sözlə Bolingbroke, Sussex qrafı Thomas Leonard'a yazırdı. İki şey insanların yüksək mənsəbindən xəbər verir. İngiltərədə tuğ, Fransada puğ, Fransada bunu ifadə edirdi. Kral səyahət zamanı axşamlar dayananda onu müşayiət edənləri otaqlara yerləşdirirdilər.
Bu əyanların bəziləri yerdə qalanlara nisbətən böyük üstünlüyə malik idi. 1694-cü il Tarixi jurnalının 6-cı səhifəsində oxuyuruq. Onlarda Pux var. Yəni otağı bölən bu şəxslərin adının qabağında Pux üçün yazır. Məsələn, Şəhzadə Subiz üçün, kral qanından olmayanlarda bu Pux buraxılır və sadəcə Hersoq de Jevq, Hersoq Mazarni və s. yazılır. Qapıların üstünü bəzəyən Pux yazısı burada eyni qandan olan şəhzadə və ya favorit olmağını göstərirdi. Favorit bu şəhzadədən də pis idi. Kral Pux haqqını orden lenti və ya perlik bağışlayırdı. Dairə şəkilli lövhə, tuğ, hüququ İngiltərədə daha böyük şöhrətə malik, ancaq sərfəli idi. Bu hakimiyyətdə olan şəxsə əsl yaxınlıq nişanəsi idi. Monarxdan birbaşa xəbər ala bilmək haqqı olan anadan gəlmə və ya sonradan yaxınlaşan adamın yataq otağının divarında zəng ilə birlikdə düzəlmiş dairə şəkilli lövhəsi var idi. Zəng səslənir, dairə balaca qapı kimi açılırdı. Qızıl nimçənin içində və ya məxmər yastıqçanın üstündə kralın göndərdiyi xəbər görünürdü. Bundan sonra disk öz yerinə qayıdırdı. Bu məhrəmanə və təntənəli mərasim idi. Josiana dairə şəkilli lövhə hüququnu kraliça ona qarşı məhrəmətli olmasa da Annanın dövründə almışdı. Bu hüququ qazanan şəxslər sanki göylərlə əlaqəyə girir və hərdən poçtalyon və vasitəsilə tanrıdan məktublar alırdılar. Heç nəyə bu fərqlənmə imtiyazı qibtə edilmirdi. Ancaq bu imtiyaz asılılığı artırırdı. Onun sahibi başqalarına nisbətən daha çox qul şəklinə düşürdü. Sarayda hər bir yüksəlmə insanı alçaldır. Dairə şəkilli lövhə hüququ fransızca avoir le tour terminindən götürülmüşdü. Bu İngilis ədəb qaydaları öz qaynağını çox güman hansısa qədim fransız adətindən götürürdü. Kraliça Yelizaveta kimi bakir olan Per, bakirə qız Lady Josiana ilin fəsillərinin asılı olaraq gah şəhərdə, gah da kənddə öz lap kral kimi yaşayırdı. O zamanlar ən məşhur boks yarışları Canterbury arxiyepiskopunun sarayı yerləşən Lambeth məhəlləsində keçirilirdi. Əslində bu tərəflərin havası sağlamlıq üçün zərərlidir. Arxiyepiskopun müəyyən saatlarda bütün tərbiyəli adamlara açıq olan böyük kitabxanası da burada yerləşirdi. Bir dəfə qışda ətrafına çəpər çəkilmiş sahədə Josiana'nın da tamaşaçı olduğu iki boksçu arasında yarış gedirdi. Onu bura David gətirmişdi. O necəsə məgər qadınları boksa baxmağa buraxırlar deyə soruşmuş. David Sant Famine Magnates cavabını vermişdi. Sərbəst tərcümə edəndə bu meşşan qadınlardan başqa mənasını verir. Hərfi mənada isə əsilzadə xanımlar tərcümə edilir. Hersoginyalar hara istəsə gedə bilərlər. Ona görə də Lady Josiana yarışa baxmağa gəlmişdi. O ədəb xatirinə ancaq bir şey etməli, kişi paltarı geyinməli idi. Amma bu o dövrün adətlərinə uyğun gəlirdi. Qadınlar başqa cür səyahət etmirdilər. Windsor dilijansı ilə hərəkət edən 6 nəfərin içərisində demək olar həmişə kişi paltarı geyinmiş bir və ya 2 qadın olurdu. Bu onların zadəganlara aid olmasına işarə idi. Lord David xanımı müşahidə etdiyindən bu yarışlarda iştirakı mümkün değildi. O adi tamaşaçı kimi qalmağa məcbur idi. Lady Josiana cəmiyyətdəki yüksək mövqeyini dəstəkli gözlüklə baxmağı ilə hiss etdirirdi. Bunu ancaq əsilzadə şəxslərin ixtiyarı çatırdı. Nəcib döyüş Lord Jermy'nin başçılığı altında baş tuturdu. Bu 18-ci əsrin axırlarında polkovnik kimi qulluq edən, döyüş meydanından qaçan, sonra isə hərbi nazir olmuş və ancaq Sheridanın hər bir kartejdən qorxulu acı istehsallarının qurbanı olmaq üçün düşmən gülləsindən qurtulmuş həmin Lord Jermy'nin babasının babası idi. Bir çox centilmenlər mərz qoymuşdular. Sönən Bella Aqua Perlinə namizəd, Carleton'dan olan Harry Bellew eyni zamanda Launceston adlanan Denhavey tərəflərdən parlamentin üzvü olan Lord Hyde ilə Truro tərəflərdən parlamentin üzvü olan Peregrine Bertie, Maidstone'un tərəflərdən parlamentin üzvü olan Sir Thomas Culpeper ilə Lothian yeparxiyasının Lord Lemir, bu Penryn tərəflərdən olan Samuel Trefuzis ilə St. Ives tərəflərdən olan Sir Bartolome Grace Roberts'in lordu titulunu daşıyan və Custos Rotulor'un barışdırıcı hakimi sayılan çox hörmətli Charles Vaudeville ilə bir çox başqa adamlar da bir-biri ilə mərz gəlmişdilər. Boksçuların biri Tipperary doğma dağların adı ilə Philem Gemedon adlandırılan İrlandiyalı, o birisi Şotlandiyalı Helmscale idi. Beləcə, burada iki millətin şərəfi toqquşurdu. İrlandiya və Şotlandiya arasında döyüş olacaqdı. Ona görə də xəlvət olanları nəzərə almasa ümumi mərc 40.000 gineyi keçirdi. Hər iki döyüşçü qurşağa qədər soyunmuşdu. Onların bütün geyimləri ombalarının üstündə bağlanmış, qısa şalvardan və altlığı mismarlanmış, topuq çıxıntısından kəndirlə bağlanmış başmaqdan ibarət idi.
Şotlandiyalı Helmscale'in balaca boyu vardı. Yaşı 19-dan çox olmazdı. Amma alnında artıq çapığı görünürdü. Ona görə də mərz 2-nin 3-ə nisbətində idi. Keçən ay o boksçu Six Mile Slaughter'ın qabırğasını sındırmış və 2 gözünü çıxartmışdı. Onlarda bu entuziazm da bununla bağlı idi. O zaman ona mərz qoyanlar 12 funt sterling qazanmışdılar. Alnındakı çapıqdan başqa Helmscale'in çənəsi də zədələnmişdi. O yüngül və çevik idi. Boyu kiçik qadından hündür değildi. Möhkəm pota, enli kürək idi. Onun görünüşündə neysə hədələyici bir şey var idi. Sanki təbiət onun xüsusi xəmirdən hazırlayaraq heç nəyi gözdən qaçırmamışdı. Elə bil onun hər bir əzələsi yumruq döyüşünə xidmət edirdi. Möhkəm, parıltılı, bürünc kimi səhrai gövdəsində hansısa bir qayda-qanun sezilirdi. Onun rəqibi nəhəng və enli, başqa sözlə desək zəif idi. 40 yaşlarında, 6 fut boyunda, begemot sinə qəfəsinə malik, mülayim xasiyyətli görünürdü. Yumruq zərbəsi ilə gəmi göyərtisini dağıda bilərdi, ancaq bu zərbəni vura bilmirdi. İrlandiyalı Philem Gemedon rəqib üçün çox gözəl hədəf idi. Görünür o boksda zərbə vurmaq üçün deyil, zərbələri almaq üçün iştirak edirdi. Lakin uzun müddət tab yetirəcəyi hiss olunurdu. O çətin çeynindən və udmaq mümkün olmayan yaxşı bişməmiş roast beef-i xatırladırdı. Boksçu dilində bu cürə pəhləvanlar raw flesh, çiğ mal əti adlandırılır. Çəp gözləri var idi. Görünüşündən öz taleyi ilə barışdığı hiss edilirdi. Bu iki adam bundan qabaqki bütün gecəni yan-yana bir yataqda yatmışdılar. Hər ikisi bir stəkandan adama 3 böyük qurtum portveyn içdi. Bunun da, onun da öz tərəfdarları var idi. Helmscale'in tərəfdarları arasında kürəyində bir öküzə parmaqda at çıxarmış John Grumen və bir dəfə çeyninə hər bir 15 qallon olan 10 ədəd un kisəsi ilə bildiyi dərmançının da alara bu yüklə 200 addımdan artıq getmiş hansısa John Bray gözə dəyirdi. Philem Gemedonun tərəfdarları arasında Launceston'un olan Lord Hard'ın özü ilə gətirdiyi yaşıl qəsrdə yaşayan və 20 funt ağırlığında daşı bu qəsrin ən uca gülləsindən yüksəyə atan hansısa Kilter var idi. Hər iki boksunun yerdə qalan tərəfdarları sağlam, enli kürəkli, əyri ayaqlı, iri düyünlü əlləri, axmaq sifətli cırcındıra bürünmüş oğlanlar idilər. Onların az qala hamısı məhkəmələrdə olmuş və dünyada heç nədən qorxmurdular. Onların bir çoxu polisləri içirdə bilirdi. Hər bir sənətin öz istedadları olmalıdır. Döyüş üçün seçilmiş sahə nə vaxtsa ayların, öküzlərin və dog cinsli itlərin döyüşü keçirilən ayı bağı ilə şəhərin hələ tikintisi başa çatmamış sonuncu tikililəri arasında 18-ci Henrik tərəfindən dağıdılmış müqəddəs Maria Overrey priorluğunun yanında yerləşirdi. Şimal küləyi əsir, çiskin yağış yağırdı. Hər yer sürüşkən idi. Centilmenlərin arasında açılmış çətirlərə əsasən ailə başçılarını seçmək mümkün idi. Philem Gemedonun tərəfində arbitr kimi polkovnik Moncrief və dizini qoymaq üçün Kilter, Helmscale'in tərəfində isə arbitr kimi çox hörmətli Puyuq Büyümeri və dizini qoymaq üçün Kilkerinin olan Lord Dizertinin iştirak edirdi. Saatları nizamladıqları bir neçə dəqiqə ərzində hər iki boksçu hərəkətsiz çəpərə söykənib durdu. Sonra bir-birinə yaxınlaşaraq əl tutdular. Philem Gemedon Helmscale-nə dedi: "Nə yaxşı olardı evə gedəydik." Helmscale düzgün bir adam kimi dilləndi. Heç nəyə görə belə bir tamaşaçını bura yığmaq olmazdı axı. Onlar çılpaq idi, üşüyürdülər. Philem Gemedon titrəyir və dişlərini taqqıldadırdı. York arxiyepiskopunun qardaşı oğlu doktor Elinor Sharp onlara qışqırdı. "Bir-birinizi çırpın axmaqlar, əlbəli qızışacaqsınız." Bu xoş sözlər onları tərpətdi. Bir-birinin üstünə atıldılar. Ancaq hələ lazımı qədər qızışmamışdılar. İlk 3 döyüş çox zəif keçdi. Bütün qəlblər heyətinin 40 üzvündən biri olan mübarək doktor Gamedright qışqırdı. "Onlara cin verin." Ancaq hər iki hakim və hər iki xaç atası hakimlərin 4-ü də qaydaların yerinə yetirilməsini tələb etdilər. First blood qışqırıqları eşidildi. Birinci qanı istəyirdilər. Rəqibləri üz-üzə qoydular. Onlar yaxınlaşıb bir-birinə əllərini uzatdılar, bir-birinin yumruqlarını yoxladılar. Sonra hər ikisi geri çəkildi. Birdən balaca boy Helmscale irəli atıldı. Əsl döyüş başladı. Philem Gemedon düz alnından, iki qaşının arasından zərbə aldı. Qan onun üzünə yayıldı. Kütlə qışqırdı. Qırmızı çaxırı tökdü. Əl çalmaq səsləri gəldi. Philem Gemedon əllərini dəyirmanın qanadları kimi fırlayaraq hara gəldi yumruq atmağa başladı. Çox hörmətli Peregrin Berti qeyd etdi. Gözləri görmür, ancaq kör deyil. Helmscale onu hər tərəfdən həvəsləndirən səslər eşitdi. Vur onun gözlərini çıxart. Bir sözlə, hər iki oyunçu çox gözəl seçilmişdi. Hava yarışın keçirilməsinə imkan verməsə də, döyüşün nəticəsiz bitməyəcəyi hamıya məlum idi. Nəhəng Philem Gemedon öz üstünlüyünün qurbanı olmuşdu. Hündür boyu və ağır çəkisi onu ləngidirdi.
Onun əlləri əsl toppuz, ancaq bədəni ölü yük idi. Balaca Şotlandiyalı qaçır, zərbələr endirir, tullanır, dişlərini qıcadır, hər bir fəndə əl ataraq hərəkətinin tezliyi ilə öz gücünü 2 qat artırırdı. Bir tərəfdə ibtidai, vəhşi, səliqəsiz, yöndəmsiz yumruq zərbələri, digər tərəfdə mədəni zərbələr. Helmsgale əsəbləri ilə vuruşduğu kimi əzələləri ilə də vuruşurdu. Təkcə güclə yox, həm də qəzəblə üstələyirdi. Willem Gemedon qabaqçı zərbədən bir qədər keyləşərək tənbəl qəssaba dönmüşdü. Bacarıq burada təbiətin əksinə çıxırdı. Amansız insan vəhşiyə qarşı idi. Vəhşinin uduzacağı aydın görünürdü, ancaq o qədər də tez yox. Maraqları qızışdıran da bu idi. Balaca boy nəhəngə qarşı. Üstünlük birincinin tərəfində idi. Pişik doqa güc gəlirdi. Qalyaflar həmişə Davidlər tərəfindən məğlub ediliblər. Döyüşçüləri dolu yağışı kimi alqışlarla tələstirirdilər. Afərin Helmsgale, çox gözəl, əla dağlar balası. Sənin növbəndir, Willem. Helmsgale'in dostları həmrəyliklə təkrar edirdilər. Vur, onun gözlərini çıxart. Helmsgale daha yaxşı hərəkət etdi. Qəfildən əyilərək, sonra isə sürünərək dalğa şəkilli hərəkəti ilə düzülərək o Willem Gemedonun cınağının altından vurdu. Nəhəng yırğalandı. Düzgün olmayan zərbə, Vikont Barnard qışqırdı. Willem Gemedon Kilterin dizinin üstünə çöküb dedi. Mən artıq qızışıram. Lord Dizertem hakimlərlə məsləhətləşərək elan etdi. 5 dəqiqəlik fasilə. Willem Gemedon huşunu itirmək həddində idi. Kilter parça ilə onun gözünün üstündəki qanı və bədəninin tərini sildi. Sonra su qabının boğazını onun ağzına sökədi. Bu 11-ci döyüş idi. Alnındakı yaranı saymasaq, Willem Gemedonun döş qəfəsi əzilmiş, qarnı şişmiş və əmcəyi zədələnmişdi. Helmsgale isə heç bir zədə almamışdı. Centilmenlər arasında bir qədər həyəcan hiss olunurdu. Lord Barnard təkrar etdi. Düzgün olmayan zərbə. Heç-heçədir, Lord Lemirbo dilləndi. Mən qoyduğum pulu geri tələb edirəm, Sir Thomas Culpeper davam etdi. St. Ives tərəfindən parlamentin üzvü olan hörmətli Sir Bartholomew Great su isə əlavə etdi. Qoy 500 gineyimi qaytarsınlar, mən gedirəm. Yarış dayandırılsın, hakimlər qışqırdılar. Ancaq Willem Gemedon ayağa qalxdı və sərxoş kimi yırğalanaraq dedi. Döyüşü davam etdirək ancaq bir şərtlə. Mənim də bir dəfə düzgün olmayan zərbə vurmaq haqqımın olduğunu təsdiqləyəsiz. Hər tərəfdən qışqırdılar. Razıyıq. Helmsgale çiyinlərini çəkdi. 5 dəqiqəlik fasilədən sonra döyüş davam etdirildi. Willem Gemedon üçün əzab olan bu döyüş deyəsən Helmsgale üçün əyləncə idi. Gör bilik nə deməkdir. Kiçik adam Chancery nəhəngi üsul ilə sıxmağı bacardı. Başqa sözlə desək, Helmsgale birdən Willem Gemedonun böyük başını boynunun ardı aşağı vəziyyətdə, qoltuğu altına alıb sol aypara şəkilli əyilmiş əli ilə sıxdı və sağ əli ilə rəqibin başına mismar vururmuş kimi yuxarıdan və aşağıdan bütün sifətini eybəcər hala salana kimi zərbə endirdi. Willem Gemedon imkan tapıb başını qaldıranda sifətdən artıq heç nə qalmamışdı. Əvvəllər burun, gözlər, ağız olan yerdə özünə qanı çəkmiş süngərə bənzər bir şey var idi. O tüpürdü, 4 dişi yerə düşdü, sonra yıxıldı. Kilter onu dizinin üstünə aldı. Helmsgale demək olar heç bir ziyan görməmişdi. Onun bir neçə yeri qaralmış, bir də körpücük sümüyündə cızıq var idi. Artıq heç kim soyuğu hiss etmirdi. Willem Gemedona qarşı Helmsgale qoyulan mərci nisbəti 16-4-1-ə çatmışdı. Carltondan olan Harry qışqırdı. Willem Gemedon artıq yoxdur. Helmsgale Bella Aquapellimi və Bellilorda titulumu Canterbury arxiyepiskopunun köhnə parikinə qarşı qoyuram. Sifətini göstər görüm, Kilter Willem Gemedona deyib qanlı faneli butulkadan süzülən cin ilə isladıb onun sifətinə yudu. Ağız göründü. Willem Gemedon bir gözünü açdı. Gicgahın parçalandığı aydın görünürdü. Daha bir döyüş dostum, Kilter dedi, aşağı şəhərin şərəfinə. Valyalılar və İrlandlar bir-birini başa düşürlər, ancaq Willem Gemedon nəyisə dərk edə biləcəyini heç nə ilə bildirmədi. Kilterin köməkliyi ilə ayağa qalxdı. Bu 25-ci döyüş idi. Siklopun, çünki o artıq bir gözünü itirmişdi. Necə mövqe tutmasından hamı bunun artıq son olduğunu başa düşdü. Artıq onun ölümünə heç kim şübhə etmirdi. O özünü qorumaq üçün əlini çənəsindən yuxarı qaldırdı. Bu, ölən adamın səhvi idi. Ancaq yüngüldə tərlənmiş Helmsgale qışqırdı. Özümə minin birə qarşı qoyuram. Sonra əlini yelləyərək rəqibini vurdu. Ancaq çox qəribə şalındı. Hər ikisi yıxıldı. Şən böyürtü eşidildi. Willem Gemedon öz sevincini hamıya eşitdirirdi. O, Helmsgale'in onun başına vurduğu qorxulu zərbədən istifadə edərək qaydaların əksinə çıxaraq onun qarnına vurdu. Helmsgale huşunu itirmiş halda yerdə uzanaraq xırıldayırdı. Helmsgale'i yerdə görən hakim dilləndi.
Payını necə lazımdırsa aldı. Hamı əl çaldı, hətta uduzanlar da. Film Gemedon düzgün olmayan zərbə əvəzinə düzgün olmayan zərbədən istifadə etmişdi. Ancaq onun bunu etməyə icazəsi vardı. Helmsgeyli xərəkdə apardılar. Hamı onun artıq özünə gəlməyəcəyinə inanırdı. Lord Roberti şən səslə qışqırdı. Mən 1200 qineya uddum. Çox güman Film Gemedon qalan həyatını şikəst yaşayacaqdı. Gedərkən Josiana Lord Davidin əlinə söykəndi. Nişanların buna icazəsi vardı. Gözəl tamaşa idi, amma nə amma? Bunun darıxmağıma son qoyacağını düşünmüşdüm. Sən demə elə deyilmiş. Lord David dayandı, Josianaya baxdı, dodaqlarını sıxdı, yanaqlarını doldurub başını yellədi. Bu nəzərə alaraq demək idi. Sonra Hersoginyaya cavab verdi. Darıxmaq əleyhinə ancaq bir dərman məlumdur. Hansı? Gwynplaine. Hersoginya soruşdu. Gwynplaine nədir?